ki, məni və kitab oxumayanların əsas maraqlandıran sual. Kitabda tələsmə zaur Yox. ifadəsi var. Yox. Yox. Bizə hamı demişdi ki, ana dilinizdə danışın və biz qərara gəldik ki, doğrudan da keçək Azərbaycan dilinə. Ona görə hamımızdan üzr istəyirik. Məncə bundan sonra başqa kommentlər gəldi ki, zəhmət olmasa təzədən rus dilinə qayıdın. Məşhur Azərbaycan yazarı Anar və onun 5 mərtəbəli evin 6-cı mərtəbəsi kitabıdır. Yaxud da çoxsun tanıdığı Təxminə və Zaur filminin. Əslində filmin adı da Təxminə və Zaur deyil. Təxminə. Təxminə və Zaur deyil ki, onun. Yox, Təxminə. Bax əvvəldə Təxminə gəl, İmamla belə oturmuşdun kinoya ki və Zaur. İlk gedir yəni başladı artıq kadrlar gedirlər və gözləyirəm ki, o təzə seriallardakı kimi müəyyən kadrdan sonra təzədən adı gəlir və hansısa məqamda belə qaranlıq olanda və Zaur yazılacaq. Axıracan qaldı içimdə açıq, yəni 5 mərtəbəli binanın 6-cı mərtəbəsi nəyə görə belə adlanır? Məcazi mənada da, yəni bunlar heç vaxt bir yerdə, necə ki 5 mərtəbəli binanın 6-cı mərtəbəsi ola bilməz. Yəni bunlar da heç vaxt bir yerdə ola bilməzlər. Anar, Təxminə və Zaur. Artıq sevgi üç bucağı alınır burdan nəsə. Məni ucu bu çaşdırır. Anar, Təxminə və Zaur roman da var burada. Roman kimdir? Yazıb prosta Anar mənim romanı görmədik biz. Hə, bir dənə də şey demək istirdim ki, niyə mənim və Səxavətin kitabının üstündə kinodan screenshotdur? Mən onsuz da çətin oxuyuram kitabları. Onlar siz mənə dükanda deməyəsiniz ki, get kinoya bax, oxuma. Bəlkə ayrı kitabların üstündə ayrı kadrlar var. Yəni kitabların hamısını bir yerdə yığsaq kinoya baxmaq olar. Səxavətin screenshotu mənim screenshotumdan elə bir ki, Biraz fərqlidir. Biraz fərqlidir. Məncə bütün Azərbaycanın Siz kitabın içinə baxmamısınız. Önünə baxın. bütün Azərbaycan mağazalarını gəzsək biz bütöv kinonu yığa bilərik. Əsl siqaretli kitabdır. Mən kitabın axırında kitabı siqaretə büküb kitabı çəkmək istəyirdim. Yadınızda salım ki, Anar da siqaret çəkir. Anar da burada çəkir. Çünki Gruz yazıb da. Özü başa düşür ki, Gruz yazıb. Məqsədi başa salaq bir dənə. Məqsəd tək zarafat eləmək olmayacaq da. Xırdalamaq olacaq. Xırdalamaq, əsl xırdalamaq. Biz daha çox əsər haqqında danışmaq istəyirik. Bədii əsər haqqında, indiki insanın gözü ilə necə görsənir bu kitab, necə hiss olunur, emosiyalar və sanki hələ də aktualdır əslində. Bunu məncə indidən vurğulamaq lazımdır ki, ona görə bu əsəri seçmişik. Hələ də aktualdır 2025-ci ildə. Bir də film biz deməliyik ki, həm filmdə, həm də kitabda Zaurun baxış nöqtəsindən aparılır da. Yəni məsələn Təxminənin baxışlarını, fikirlərini bilmirik demək olar ki. Kitab əslində Afrikadan başlayır. Afrikadan başlayır kitab ki, onlar Afrikadadılar və onlara Afrikaya getməyi anaları tövsiyə edib ki, Afrikaya gedin. Mən eşidirsən məni Afrika. Yəni balayına Afrikaya gediblər də. Balaya yox. Balaydı o. Balayla gediblər. O sadəcə deyib ki, nə vaxt dünyanı görəcəksiniz, sonra uşağınız var, olacaq, artıq qalacaqsınız evdə, nə bilim vaxtınız olmayacaq, gedin dünyanı gəzin Afrikaya. Mən birinci dəfə bu kitabı başlayanda fikirləşdirdim ki, Təxminə və Zaur 2 dənə ad varsa, biri qız adıdırsa, biri oğlan adıdırsa, bu kitabda 100% xəyanət var. Və gözləyirdim ki, birinci xəyanət harda başlayır? 12-ci səhifədə başlayır birinci xəyanət. Xəyanət. Firəngiz xoruldaya biləcəyini, yox, bu başqa şeydir. Zaur oyandı, Firəngiz yatır və Zaur fikirləşir. Doğrudan da Firəngizin xoruldaya biləcəyini təsəvvür eləmək də mümkün deyildi. Zaur fikrində həmişə Firəngizi çox bahalı şüşədən cilalanmış şəffaf güldana bənzədirdi. Ağla sığışdırmaq olmurdu ki, belə bir güldan xoruldaya bilər. Amma qadın üçün onun haqqında kişinin elə fikirləşməsi məncə komplimentdir də, yəni. Firəngiz Zaurun həyat yoldaşıdır. Həyat yoldaşıdır. Çox sakit adamdır. Zaur özü də hərdən Firəngizin səsini yaddan çıxardır, çünki o qədər dinməz biridir. Amma xorultusu həmişə yadda qalır. Xorultusu yoxdur. Yəni o qədər sakitdir ki, heç xoruldamır. Hətta Muxtarovlar ailəsinin üzvü. Çünki Muxtarovlar ailəsi vacib rol oynayır. Və burada mən şeylədim, Firəngizin ailəsi, atası Murduz, anası Alya və qardaşı Spartak. Yəni doğrudan Azərbaycan ailəsində Spartak adlı adam hardan ola bilər? Amma mənə dedilər ki, doğru çox yayılmış adı idi. Çox yayılmış adı idi. Sovet vaxtı. Və sonra kitabı oxuyanda o qədər bu adı eşidirsən ki, axırda elə bir ki, mən burada özüm üçün qeyd elədiyim şey gülməli deyil. Əslində mən birinci oxuyanda gülməli idi. İndi gülməli deyil, ona görə.
Əgər siz də cəmi 13 səhifə oxumusunuzsa, sizin üçün gülməli olacaq 100%. Bu isə Zaur da təxminəni təxminən faktlar. iyini İyni hiss eləyir. hiss eləyir. Ha, iyini. Artıq balaca bir oğraşlıq Mhm. Zaur tərəfdən hələ bilmirik nə baş verəcək bunda. Mən sadəcə bunu fikirləşirdim birinci. O yüzden onu Çünki yuxuda yanında yoldaşın yatır, sən də hansısa başqa arvadın iyini yad basarsan da. Sən niyə xəyanət kimi? Əslində xəyanət deyil də. Mənim üçün birinci səhifələrdən bu uje artıq Yo, o biraz o uğraşdıq kimi gördüm. Hə, yuxuda görür. Yuxuda Yox. Yuxuda. Yo, yuxuda görür. Ayla bilmirdi orada. Xəyanət sayılmır da, yuxudadır da. Yəni o şey deyir. Mən burada bilmirdim də yuxudur ona görə. 15-ci səhifədə artıq bağışladım mən onu. Nadircə kitab belə emosional çəkir. Ay, yaxşı. Özü hə indi yadıma düşdü. Sonra oyanıb amma yenə də yuxudadır. Bir dənə söz soruşum. Bu Afrikada olanda bilmirdi də ki, təxminən nəsə olub. Yəni xəbəri yox. Yox. Yox idi. Bəs söhbət ondan gedir. Bəzi tamaşaçılarımız da bilmirdi. Mən demədim nəsə olub. Ana- Mən demədim nə olub. Mən dedim nəsə olub. O türməyə də düşə bilər. Hə. Və tamaşaçılar oturub belə türməyə düşər minus. Variantlardan nə qalıb? Mən daha çox deyim. Tamaşaçılar oturub ki, tak, türməyə düşüb variantı məndə heç yox idi. Yazır türməyə düşüb və minus. Bu artıq Afrikada başlayır yada salmağa. Hə, Hə. çox qayıdırıq dənizə. Dəniz Xatirələri. flashback xatirəsi təxminən Təxminə Dənizdə. şeydə, kupalnikdə, təxminən qurulanır. hə, qurulanır. Gözəl. Mhm. Şey 06-ını düzəldir. Təxminədə də biraz var bu. İndi pick me deyirlər buna. Bu biraz belə. Bu bizim son görüşümüzdür. Zaur. Zaurdur deyir. Evet. Nə olub? Təxminən ümumiyyətlə bütün kitabı konkret qarğış eləyir Aha. və axırda bu da olur. Hə. Ki axırda o dünyada desin ki, mən demişdim. Təxminə, yəni hər dəfə bunu vurğulayır. Baxır, biz gərək görüşmək. Burada çox vacib bir şey var. Ki bizə belə sətr altı deyirlər ki, təxminən əri də var. Və burada artıq ilk xəyanəti burada mən gördüm. Təxminən Əsl xəyanəti, yuxu deyil, bir şey deyil, əsl xəyanət. Bunun əri ola, bu başqası ilə dənizə gedib, hətta heç nələr olmasa dənizə gedib də, yəni xeyir ola. Onun ərinin də, yəni sevgilisi var. Onu biz sonra başa Bu düşürük. səni Bir-iki səhifə sonra yəni. bir-iki səhifə sonra olsun, amma evli qadınsan da sən gedib niyə olsun? Əri də pisdir, amma o demək deyil ki, sən də gərək pis deyirsən. Yo, yəni Özdə ərinin bir dənə sevgilisi olmayıb və əri bütün şəhəri Hə. gəzib. Okey, Arif. Yo, mən belə bir- başa Arif düşürəm. yox Manav. Manav. Manavdır adı kitabda. Bu kinoda Arifdir adı. Adını heç dəyişmirəm. Bilmirəm. Orada Bəlkə Manav kimsə yaxşı adam idi. ona görə. Manav bəlkə bilirsən, Hə, dost deyil. Filmdə səhv eləmirəmsə adı Arifdir. ay səhv eləmirəm, sən dəqiq yanında deyil. Arifdir. Manav Manav / Arif. Belə deyə bilərik biz. Manav Arif. Manaf Arif. Manaf Arif. Manav Arif. Arif. Əla. Manaf Arif. Manav Arif. Məncə məsələ nədə ola bilər 100%? Ya Manaf adı biraz belə gülməli kimi ərəfə dəyişir, 30 il keçir də kitabın Spartak yazılması okey, ilə. Manav yox. Spartak okey. Spartak ən əvvəldən yadda qalan bir addır və hekayənin sonunacan Yox, amma biraz gözünü deşir. Belə necə ki at sənin gözünü deşir, elə də təxminən Spartak adı ilə Zaurun beyni işləyir. Hər dəfə belə oturublar, sakitçilikdir, hər şey gözəldir, həyat əladır. Bu dəqiqə oldular. Spartak. Zaur CSKA balet edir. O da hər dəfə şey eləyir, Spartak. Mən çox əsəbləşirəm. Yəni bilə-bilə sözü soxur ki, təxminə. Sonra deyir, bəsdi görək. Bir dənə də hərəkəti var. Bağışda sənin saçında, ən uyğun sənin saçında Nəzimin saçı. Hə, yox. Nə qədər də istəsən Fəxrəddin Manafova oxşamaq. Elə ki, alınmır nədir. Yaxşı görək. Və ssenari müəllifi də anardı ya öz aramızda. Ssenari müəllifi də anardı. Yəni təsəvvür elə ki, sən əsəri yazmısan, çox bomba söhbətdir ki, əsəri yazmısan və sonra sənə 30 il verirlər ki, bütün hamıdan, bəlkə də Manaf adını ona görə yığışdırıblar ki, kimsə gəlib ki, Manaf adı yaraşmırdı. Yəni 30 ilə bütün səfirləri yığıb, deyir ki, kino çəkəcəm, kinoda hamısını düzəldəcəm. Və bunu salıb kinoya, bunu salıb kinoya, bunu salıb kinoya və Prosta adları dəyişdirib. Yox, fərqli şeylər. Aytən də Sami. Hə, və qəri ilk xəyanət mənim üçün ordadır. Artıq mənim üçün təxminə həmin məqamda
Ki bu söhbəti də şey özü açır. Zaur da gözümdən düşdü. Dərhal həmin məqamda ki, bəs sənin ərin nə deyəcək? Ya nəsə Yəni belə onlar bir şey. onun əri haqqında elə normal danışırlar ki, yəni normal elə bir ki, Zaur Yəni bir əri gətirib bunlar orada ki, Zaur üçün ümumiyyətlə manav bir şey deyil də. Heç divar kimi də görmürdü onu. Yəni heç nə də onun üçün manav. Okey, dənizdədirlər, otururlar uca artıq evə Bir getməyə. yenə Anar müəllimə sözüm olacaq. Şeydən danışaq ki, bir dənə təxminə nə dedi əri haqqında? Əri haqqında heç nə aşnası ilə Tiflisdədir güya. Yəni o məqam mənə çatmadı ki, yəni sən əgər sən indi hal-hazırda başqa bir kişi ilənsən, yəni belə başa düşürəm ki, ərvə heç bir sevgin yoxdur da. Ərində başqa bir arvadla. Ərində başqa bir və bu Zaur buna bu sualı verəndə sən niyə keyfin pozulur ki, sən bu sırası keyfi pozulur. Zaur da başlayır onu sakitləşməyə ki, hə, sorry mən gəlib belə danışmayaydım. Sonradan onların ayrılma səhnəsi olanda Manafla təxminənin orada göründü ki, nəsə şey olmasa da, sevgi olmasa da aralarında nəsə münasibət quruldu da, bir yerdə televizora baxırdılar, nə bilim, bir yerdə həyatlarını qurmuşdular da. Kitabda bu da var hətta. Hə, Manaf çox pis oldu təxminən Təxminən ayrılanda. Elə bir ki, o moment ayağına düşüb yalvarmaq istəyirdi ki, nə olar? Çünki doğrudan başa düşdü ki, onu sevir. Şey, harda? Yo, onu mən sevmir. başa düşmədi ki, sevir. Başa düşmədi, Yəni Yox, söhbət olmasın görə istəmirdi şey. O istəyirdi ki, onun bir ideal bir ailə şeyi şablonu olsun. Yəni o momentdə də Manaf özünü fikirləşirdi. Orada təxminəni elə şey eləyir, epizod Təsvir. elə təsvir eləyir ki, elə bir sevən bir adam kimi təsvir eləyir. Bir qadına sən deyəndə ki, sənin ərin indi hansısa başqa gün deyə bilər də bu sənə məncə. Ümumiyyətlə o şey o niyə o yəni niyə desin də onu ona. Yox, çünki Zaur özü də tam əmin deyil. Zaur özünü bax özünü sirkələmək üçün, özünü. Yox, Zaur orada sevmir. Yəni o orada Yox, sevsə də belə axıracan gördük ki, sevsə də belə Zaur bəzən özünü sirkələyirdi. Çünki başa düşürdü ki, səhv şeydir. Nəsə söz atırdı ki, bəlkə təxminə buna şillə vurar, bəlkə nəsə şey eləyər, təxminə inciyir, bunlar biraz belə bilsə necə diskomforta düşürlər ki, çox komforta getməsinlər. Amma adam üstə Allah var, təxminə həmişə komfortu qaytara bilir ki, gəlirik bağa. Orada Asta. şey söhbəti və bir şey, yəni onlar təsəvvür edin ki, indi burada belə bir səhnə var. Bunlar keçirlər bunların tanışlarının bağının yanından keçirlər maşınla. Hə, və təxminə də deyir ki, bu şey gedək saxla gedək bura bax. Saxla. Və Zaur da bilir bu bunların qonşularının bağıdır. Spartakın bağına. Təxminə dedi kimin bağıdır. Zaur da şey oldu ki, sən hardan bilirsən bu kimin bağıdır? Zaur bütün kitabı təxminəni qısqanırdı. Təxminə də bir dəfə heç nəyi inkar eləmədi. O da var idi yaxşı. Təxminə də bir dəfə, hər dəfə də Zaur inan mənə Zaur. İnan. Həmişə inan. Nəyə inanacaq? Söz denək. Kitabda bir moment var, orada təxminə deyir, mən gedirəm balıq almağa, Zaur da deyir, indi də balıqla. Nə? Zaurun fikirləri gedir balıq. Əslində ona oxşar Sənin nə qədər balığın var? Ona görə dənizdə çimmədim. Deməli bunlar bağa bu təxminə deyir, özü təxminə onu şey deyir də, elə bir naslabol götürür. Yəni buna deyir ki, gedək bağa girək. Zaur da istəmir getmək. Təxminə bundan küsmüş kimi eləyir də özü. Gəl şey deyir də ki, təxminə necə deyir bu bağı tanıyır. Spartak mənim rəfiqəmlə. Rəfiqəmin dostudur. Rəfiqəmə girişmək istəyirdi. Mən də kömək edirdim. Kinoda belədir ki, heç rəfiqəmlə gəzirdi. Mən də ona bir-iki dəfə nəsə o barədə zəng vurub nəsə rəfiqəmə görə ondan nəsə soruşmuşam. Ona görə də arxasında söz düşüb ki, sonra girirlər bağa. Sonra deyir ki, çox gözəl bağdır, girək. Təxminə isə yaşın indiyənə nə demədilər. Yaşın demədilər, axırda səhvdir o. Yox, mən oxudum, o səhv gedib ora. Çünki bütün kitabı təxminən biraz böyük 2-3 maksimum 4 yaş böyük. Təxminən ondan yaşlı. Çünki ona görə anası da şey. Biz danışırıq 24 yaşlı qaqaşdan ki, o ərəfələr internetdə yox idi. Sən təsəvvür elə ki, bu özü üçün tam təzə dünyanı açıb təxminə sayəsində. Demək olarmı təxminə o bağda ən əsas Təxminə milfaydı. Təxminə o vaxtda milfaydı. O vaxt yəqin ki, təxminən bir 30 yaşı olardı. 30 məncə yox, məncə 28 belə. 30 sayılır. Elə o da 30 sayılır. 30. Nəsələ nə mənə? 29. 29. Onda biz hamımız milfik.
Mən milfayam. Zaurun dostları görən deyirdi, xalaşka ilə gəzir. Zaur sancırdı sözlərlə, amma axıracan getmirdi. Çünki başa düşürdü ki, bu dəqiqə yox da, nəsə ola bilər. Mən bax bunu belə gördüm. Çünki Zaur belə qısqanc şeyi atır. Təxmin edir. Dedim axı rəfiqəmlə görüşüb. Zaur- Amma bağı əzbər tanıyır niyəsə. Qalx, yuxarıdan bir dənə mənzərə Hə. açılır. O da Hə, fikirləşir belə. ki, bütün kitabı fikirləşsən hardan bilirsən bu mənzərə var. Hə, düz deyir də. Əslində Yo, o düz deyir, deyir. əslində başa salır da nəyə görə? O deyir ki, biz burada gəlmişdik, nəsə yığıncaq olmuşdu. Biz burada çıxmışdıq, buradan baxmışdıq mənzərəyə. Hə, Alya. Nəsə ad günü falan olmuşdu. Hə, var okey. bir şey. Necə hanı Amma o rəfiqə? bir səhifə Kinonun axırınacan o rəfiqəni Bir- göstərdilər bizə. Bilirsən mədnə idi də, yox. Yo, mən Yo, mən deyirəm. deyirəm. Orada deməli təxminən fala baxır. Fala baxır ha. Ha, baxla baxır falan. Fala və Kinoda deyir yox. ki, mənim falıma da baxan olub. Bir vaxt getmişdim, çox qoca kişi idi, nə kimi idi. Qoca Və falçı. o qoca falçı ona deyib ki, sənin həyatın qırılır. Burada bu xətt qırılır, Cavan öləcəksən. cavan dönəcəksən. O birinci deyir ki, təxminən bir şey gülməlidir What? ki, nəsə deyir ki, mən bunu eləməyəcəm. Üstünə 2 saniyə keçir, onu eləyir də, yəni. Ona deyir ki, mən bunu deməyəcəm sənə. Təxminən Zaur sur, o da belə, hə yaxşı gəl deyirəm sənə. Hə, Deyir, mən ona falçı görə də bax- Zaur bu moment onu fikirləşdi. Təxminən dedi ki, mən sənə deməyəcəm, mən səni bura gətirməyimin ikinci səbəbi də var. O heç vaxt öyrənmir. Amma sənə deməyəcəm. Onu Zaur da elə bilir ki, okey də, həmişə deyir, sadəcə sussam indi deyəcək və demir. Birinci dəfədir ki, onu eləmir və Bax da kitabın demir. axırına qədər də gəlməklərinin səbəbini də. axıra qədər də bilinmir o səbəb. Bağa gəlməyin İkinci səbəbi. səbəbi, hə, ikinci səbəb. Yatağa apardı da onu. Yox. 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 O birinci səbəb o idi ki, O birinci axırıncı səbəb dəfə o çıxıb idi. Hə, axırıncı- bir yerdə amma olacaq. deyir, ikinci səbəbim də var. İmенно bura səni gətirməyimin səbəbi. İmенно bu bağa, bu Murtuzovların bağına. Amma demir onu. Okay, məni və kitab oxumayanların əsas maraqlandıran sual. Kitabda tələsmə Zaur Yox. ifadəsi var. Yox. Yox. Bir dəqiqə, Anar ssenaristi də, filmin ssenaristidir. Hə. Yəni o indi bunu filmi çəkəndə fikirləşib ki, ayda bu çatışmır burada. Bəs mən onu deyirəm də ki, sənin 30 ilin var ki, sən səhvlərin üzərində də düzələrsən. Ala bilər, nə bilim, mən bilmirəm 30 il ərzində Anar müəllimin seks həyatında nələr baş verib ki, Orada şeyin Zaurun falına baxır təxminən. O toç, yəni bütün əsər boyu o düz çıxır da hamısı. Baxdığı bütün. görürsən necə oldu ki, bu fal belə düz çıxdı. Bəlkə ona görə gətirib onu bu bağa, çünki o əvvəlcədən bilirdi ki, bu adam Firəngizəyə ərə gedəcək, evlənəcək. Evlənəcək. Firəngizi Evlənəcək. alacaq. Firəngizi Onsuz alacaq. da əsər boyu hamısı Və ki, həmişə o onun həyatı barədə. bu bağa bağlı olacaq və o bağda da çürüyüb həyatında davam eləyəcək. Sadəcə ona bunun ikinci səbəbi bu idi ki, onun elə bil ki, Həmişə yadına salsın. Həmişə bu bağa gələndə yadına. Mhm. Həmişə bu Amma o uca qəddar, o uca konkret qəddarlıqdır. çox qəddar olub olsa təxminən. Mən axıracan deyəcəm ki, təxminən pozitiv personaj deyil. Anar da cındırdı. Ana yoza. Anar bəy pox yeyib, üzr istəyir. Sən Zaur da- salacaq trubkasını çəkəcəksən. Zaur da salamat adam deyil, amma Zaura hələ ki uşaq gözü ilə baxıram. Yox. Şey isə təxminə isə, yəni 30 yaşında o yaşına görə, Əsər görə. Zaurun elə bil ki, Zaur tərəfdən deyilir deyə mən bütün əsərə fikir verirəm ki, Zaur ümumiyyətlə heç nədir. Zaur ən lazımsız, ən heç nəyə qadir olmayan, heç nə bacarmayan, heç bir nə yumor hissi var, nə hazır cavab. Olur ya personajda heç olmasa nəsə olur da, nəsə plusu var ki, təxminən buna görə onu sevir. Heç nə yoxdur. Ona görə Zaur özü də fikirləşir ki, bu niyə görə məni sevir? Ona görə hamıya qısqanır onu ki, məndən yaxşılar var da, bu niyə məni seçib? Zaur özünü uşaq kimi apardı. O, Kitab. 100%. Zaur uşaqdır, 24 yaşı var yoldaşlar. Siz başa düşmürsünüz ki, uşaqdır. Yoldaşlar. Sizi partiyadan azad eləyəcəm. Partiyini bilet bizi verin zəhmətimiz. Çərət alalım. Sən Zauru uşaq kimi niyə təsvir edirsən? Zaur yekə kişidir, bax, işləyir, maşını var. Burada uşaqdır. Hə, o Yox, hə, yeni burada uşaqdır. uşaqdır. Mən onu uşaq kimi təsvir edirəm. Çünki bu yaşa çatıb, yəni valideynlərin pulu ilə dolanan şey ola bilməz də, necə deyim? Hə, o barədə müstəqil, hə. Müstəqil yox. Uşağın yetkin, yetkin də yetişmiş bir şey kimidir. Hələ də valideynlərindən asılı. Demirəm amma valideynləri ilə yaşayır.
O başqa Yaşayır. məsələdir. Valideynlər- O hə, Hə, amma o heç. valideynlərlə yaşamaq o biraz bizim şeydə var da, mentalitet, Hə, pul- kulturda var ki, Pulu onlardan cəhətdən. götürür, maşını onlar alıblar, hər şey. İşi onlar ən əsas Borcu məsələ. var onlara. Hə, Həmişə hə, pul hə. götürəndə O borcu orada o var. ev söhbəti var ya. Bunun atası ona ev almalıdır da, ev istəyir Amma almağı. yerə Bu köçmək ona- istəyirsə evlənməlidir. Hə, prosta onun o fikri mənə qəribə gəldi ki də bu Zaur onun ev almağına sevinmək əvəzinə dambroj eləyir ki, a gərək o Gəl, mənə satardı, bu pulu verərdi. pulunu verərdi mənə, xərcləyərdi, mən indi o evi neynirəm də. Sonra da fikirləşir ki, a yox, mənim yerimə qərar verirlər, mənim üçün ev alırlar. Axmaq, bu dəqiqə mənə kimsə ev alsaydı mən. Adama ata-ana. Yəni təcə o qədər hazıra nazırdı ki də, yəni hətta bu ev məsələsinə belə şey yanaşır da. Bağdan nə ilə qurtardı? Bağda əsas məsələni Getdilər, demişdik çıxdılar də. bağa. Bağda kitab Evə yola saldı, vəsə. kim evə yola saldı? Zaur təxminən yola saldı. Yox, getdilər bağda nə bağa. baş verdi? Ay Bağda Nadir. nəsə baş verdi. Nə baş verdi əsas? Tərbiyəsizləşmir də. Cinsi əlaqə. Cuqqullaşdılar. Civildiləşdilər. Civilləşdilər, cuqqullaşdılar. Məşbubahələn və ləpələtdilər. Hə. Və Çoxdur belə sözləri burada. sabah 2 gün sonra Zaurun ant gündür. Hə. Və anası da axşam oturub başlayır bunun beynini bişirməyə ki, səni şəhərdə görüblər, evdar qadındır, sən onun maşında gəzirsən, o belədir, Evdə o qadın, belədir. ərvi qadından sənin nə işin? Getsin başqasına ilişsin. Aliyyənin oğlu ilə də şey eləyirdi, bilirsən? Spartakı da dadaşı da deyir. O kimi Spartakı deyir, dadaşı deyir bütün və şəhərdən bu şeyin təxminə gəzir. ağlında sanki Zaurun ağlında belə Zaurun ağlında konkret bu belə Hər şey- bir-biri ilə belə qaçışır ki, bu Spartakın bağından danışırdı. Burdan da danışırlar ki, Spartak oynan olub, Spartakdan əl çəkmirdi, şey eləmirdi, öz bir qeyrət əri falan. Anası da belə də indi anaları tanıyırıq. Bir dənə başlamalarına bilir üstünə də 10 dayanmırlar. dənə qoyurdu da arvad. Hə. Amma hər şey yeməklə örtbasdır edirdi. Belə deyə yeməyi. və sonra deyəsən təxminə özü zəng eləyir. Həmin özü zəng edir. Və deyir Zaurik Təbrik edirəm. Moskvaya uçuram. Hə, Moskvaya, kinoda Leninqrada. Sən də gəldi almıram. Təxminən deməli nə işləyirdi? Təxminən də Zaurla bir yerdə işləyirdi. Nəşriyyatda. Nəşriyyatda işləyirlər. Sonra onun hansısa bir tanış rejissoru var. Təxminən çox, yəni demək olar ki, çoxlu tanışları var, yəni dostları, Və tanışları. hamısı kişidir. Amma demək olar ki, hamısı kişidir, hamısı deyil. Amma Zaurun gözündə də görsənir ki, sanki hamısı kişidir və bunu ancaq kişilər əhatə eləyir. Zaurun məsəl üçün biz indiyənə qədər bütün kitab ərzində bir dənə də dostu yoxdur, yəni. Tanışı, dostu demək olar ki, yoxdur. Heç kəslə belə oturub durmur. Ancaq təxminən dost tanışı var. Və təxminən həmin o tanışlarından biri bunu Moskvada ümumiyyətlə prosta şeyə çağırır da, yəni aparıcı. Moskvaya yox, diktor olaraq, Diktor hə, olaraq. televideniyaya keçir işləməyə ki, çox gözəl qızdır və diktor və bu xəbəri buna Dənizdə hətta deyir ki, bax Muxtar tanışım. Bu da deyir Muxtar, hə, bəs. Aha, filan Zaura rejissordur. görə o işdən çıxmaq istəyir. Hə, sənə görə çıxıram Aha. və burada təxminə deyir ki, Aa, qorxuram Dadaşla ki, gedib danışmağa. Deyən, Dadaş deyən, onu onu Muxtar əyləşdirmə. Muxtar deyəndə Zaur deyir ki, Muxtar o Nikulinlə olan kino. Muxtar ко мне. hə, Muxtar yəni şey burada Saxa Anar bəylə bu kitabı yazdı. 60-cı illərdə onunla bir oturub Anar bəy yaz. personajı anlayır Muxtar. Görəsən kimsə başa düşəcək o Nikolinlə olan. Ümidvaram tutarlar da indi. Bir gün işdən çıxır. Zaur da Yenə gedir bədavazlıq müdirin yanına, eləyir. deyir ki, dadaş mənim bəs dadaş mənim də atasının dostudur, professor olan. Və o da atasının girişir dostudur, hə. təxminəyə. Girişmir, biz bilmirik bunu. Girişir, Yox, ay ki, girişir. konkret Girişir. girişir. Necə? Hansı şəkildə? Özdə onun balaca barmaqları var Bir belə. balaca sardelka barmaqları ilə belə giyişirdi o. Ən kitabın ən iyrənc momentlərindən biri o toyuq yeyir və Aha. əllərini silmədən telefon kitabçasını götürür, orada nəsimdən. O- Dadaşı kitabda çox karikatur kişi Çox belə iyrənc. iyrənc kimi göstərirlər onu. Ha, yox, kinoda bir dənə Mən oxuyanda mən elə bildim Dadaş danışanda belə idi. Şalam Zaur. təmin edim, mən basacağam. Mən bir təxminə dəqiqə. girişirəm. Girişməyi necə göstərirlər? Təxminəyə konkret olaraq necə girişir? Burada onu göstərməyiblər, sadəcə onun Zaurla danışığından Anar bəyin yazarlığı sayəsində elə gözəl sözlər istifadə edir ki, Zaur orada tutur Dadaşın niyyətlərini.
Orada deyəsən birinci dəfə o kimisə qarşı çıxır. Orada sonda deyəsən ona deyir ki, otaqdan çıxmamışdan qabaq o onun adresi alır axı, ünvanını alır təxminən. Nəsə söz soxur da. Ona deyir ki, Bax, şeydə orada buradadır. deyir, sən mənim oğlum, sən də mənim oğlumsan, mən də sənin Nə siz mənim əmimsiz Əmimsiz. dedi, nə də mən sizin oğlunuz. Mən uşaq deyiləm, nə elədiyimi özüm bilərəm. Düz üzündə dedi, bu Dadaşın özünə də xoşuna gəldi. Dadaş biraz mazoxist. Hə, yenə deyil. Zaur plotkanı çıxart. Hə, vur 2 dəfə. Qamçılam. O çubuqla. Mən sən əminəm, əmin deyilsən. Təxminə ilə gəlin gündən baxım. Mən ikinci doktorum baxım və toyuğumu yeyim. Maskanı belə taxır o. BDSM maskalar olur. Zivar xanım, yəni təxminə haqqında o qədər pis danışırlar, amma təxminə elə bil ki, Zivar xanım daha tərbiyəli bir insandır da. Yəni Zivar xanım elə bil ki, ləkərlə qançır. Zivər xanım çox pis. Zivər xanım xasiyyəti var idi. Birincisi anadır. Birincisi anadır və Yox, övladını ana Yəni deyil. elə- maksimum qorumaq Ya istəyir. nə qədər dana olsa Ana- çox Belə neadekvat özünü aparanda, Qeyri-adekvat. qeyri-adekvat özünü aparanda biraz anaya da məncə 33 başa salmaq lazımdır ki, mama cəmaata zəng eləyib, qəhvə balası, ay səni 2 manatlıq şortu. Ay səni mürdəşir Yusun. Yəni mən istəməzdim ki, mənim anam belə söyüşsün birincisi. Hə, amma Amma kitabda Zaurun atası özünə deyir ki, ona axı ev mənzil vermişdilər və atası deyir ki, bu mənzili aldım ki, baxmayaraq biz səni çox istəyirik, amma istəyirəm ki, evlənəndə ayrı qalasan. Sənin ananın çox pis xəssiyyəti var. hə, bu bilinirdi, bu başa düşülürdü ki, atası da onsuz da biraz dincəlirdi. Zaur təxminən onda atası da dincəlirdi ki, anası Zaurla məşğuldur, oyunu ilə yox, özü rahat gəzə bilirdi məncə. Ayda bir məqamı deyə bilərəm onun anası haqqında. Nə, yəni уже сразу biraz bilinir də ki, necə. Orada məsəl üçün bizə deyirlər ki, o hansısa bir qonaqlıq şeyin Zaurun ad günü olanda nə qədər belə şey edir də, hazırlaşırlar falan. Amma sonra məsəl üçün Zaur yadına salır ki, anasının mətbəxini falan. Deyir ki, anasının mətbəxində həmişə hər şey çirkli olub da, yəni həmişə yağlı qablar zətdə. Hətta stolun üstündə ujus anasının başını daradığı daraq, öz üstündə saçlarına zadını o həmişə səhər yemək yeyəndə gəlirdi belə onların arasında belə oturub yemək yeyirdi. Deyirəm, yəni bu arvad belə özünü o qədər yolur da, amma özü yəni nədir deyə. Tabii bir dəqiqə, sən arvadı mətbəxinə görə dəyərləndirirsən. Yəni bu xanım, bunlar özlərini biraz bilsə necə, nə demək istəyirəm? Bunlar Ailəcanab sayılır. Ailəcanab sayılır. Okey, gəl belə başlayaq da. Ailəcanab orada olan atasıdır, professordur. Nə oğlu, nə yoldaşı ailəcanab deyil. Ailəcanab mən gördüm Muxtarovlar ailəsində, mən çox ailəcanab gördüm əslində. Onlar da ləçər çıxdılar axı. Çox pis ləçər çıxdılar. Onu bilmirəm mən. Onlarda elə bil ki, hər ikisində ataları çox ağır xasiyyətlidir, arvadları isə çox belə həyasızdır. Bu biraz karikaturdur, çünki Azərbaycan şeyində indi hətta 60-cı illərə baxanda həmin ərəflərdə belə şey edirlər ki, kişilər söz-söhbət eləmirdi. Hə, söz-söhbət həmişə qadınlar edirdi, kişilər belə daha konkret idi. İndi özünüzü qoyun o yerə ki, sizin 24 yaşlı oğlunuz var, 30 yaşlı xanım oğlunuzun başını bişirir. Və əlinizdə heç bir şey yoxdur, silah yoxdur. Hə, ata olsan biraz qürur hissi edirsən ki, Onun atası qürur hiss eləmir yəni. Yox, indi orada ona görə atası çox da şey eləmir, üstünə gəlmir, amma yüngülvari qürursu var ki, 30 yaşlı ilə onun başına firəngizlə bişirməyə. Aha, başlayır Ki demək ki, Aliya xanım gəlmişdi bizə, o qədər yaxşı qızı var. Hətta və Aliya xanım öz qızı haqqında bir dənə şey deyir, mən bunu oxumalıyam. Amma qız ayrı məsələdir. Aslında kim çıxacaq, anası ölmüşün. Hansı evə, hansı ocağa düşəcək və Aliya qızı haqqında nə deyir? Mənim qızım deyir, bir açılmamış pəncərədir. Mən də onu özümə yazdım. Çox qəribə sözdür. Mən də fikirləşdim ki, firəngiz açılmamış pəncərədirsə, təxminən yəqin o xarab olmuş sport çıxartmaq. bağlayırsa Yox, o şüşəsi də qırılıbdı ki, salafanla belə çəkmək bağlı. Axırda bir dənə setka qoydum ki, heç olmasa milçək zat girməsin. Heç olmasa da keçib. gülməyəcəm buna. Oyda. Yox, heç gülmər. Yəni ana özü öz qızını pəncərə ilə şey.
Açılmamış pəncərə. Açılmamış pəncərəmdir. Elə bil ki, satırlar da biraz Firəngizi də, yəni bir O vaxt elə idi də. Elə bil ki, Ha, yox, elə satırlar, idi, elə bil ki, əməlli yox, başlı. satırlar. Zivər də oğlunu satmağa çalışırdı da. Zivər də oğlunu şey deyir ki, Amma axırda nə oğlu bir pox çıxdı, nə də Firəngiz. niyə Firəngiz niyə pis Firəngiz çıxdı? elə bil ki, orada Firəngiz mən sən deyəcəm niyə pis çıxdı. Mən onu tutdum kitabda və 100% o teoriya düzgündür. 100%. Okey. Okey. Biraz yəni məncə orada ən Mən sizə deyəcəm sizin çox şokda olacaqsınız. Sonra şey ümumiyyətlə heç bilmir ki, Firəngiz kimdir. O elə bil ki, heç yadına da sala bilmir ki, Firəngiz necə görünür. Axırda da anası deyir ki, Görünüşü. sabah gələcəklər. Zor deyir kim? Deyir necə kimdən danışır məsələn. Şey gələcəklər, hə, özü. Çox zordur. Zaurun ad günündə, amma Zaur seçmir kim gələcək Zaurun ad günündə. Valideynləri seçir. Çünki məclisə valideynlər verir. Gecə zəng eləyir ki, Ad günü düşməmiş 12-dən sonra zəng eləyir və aeroportdan Zaurik Zaurik. səni təbrik edirəm. Mən gedirəm 3 günü. Bu da şokdadır. Hara gedirsən? Sən nəsən bu şey? Hardan çıxmısan belə? Gedirəm. 3 günlük gedirəm Moskvaya. Hə, veriliş olacaq. Bax, mütləq bax saat 5-də və hədiyyəni də sənə ötürəcəklər. Çünki ümumiyyətlə təxminə şeydir də, necə deyim? Bir güc kimi, azadlıq gücü bir şeydir. Yəni metaforik bir force of nature, как сказать? Necə deyirlər? Təbiətin gücü. Nəsə təbiət gücü idi də elə bil ki, təxminə o. Yox, azadlıq gücü. Yəni azadlıq simvolu kimi İndi mən təxminən buradayam, sabah mən bunlanam, sabah mənim orada 3 dənə dostum. Yəni Zaur üçün bu ağla sığmaz bir şeydir. hə. Ki bu elə Ailədə evli elə bir olurlar. ailədə böyüdülən oğlan üçün belə azadlıq o özdə qız üçün 3 günlük gedirəm Moskvaya. Bu belə ki, hara gedirsən? Necə Moskvaya? Necə Moskvaya? İşi ona görə dəyişdirir. Muxtar rejissorla gedirlər onlar şey çəkməyə, verilişi çəkməyə. Axırda söz arası tez ona söz soxmur. təklif Deyir ki, Zaurik sən də uç gəl Moskvaya. Bu söz Mütləq onun ağlında qalır və bütün növbəti günü, bütün ad günüsü elə bil ki, əslində şey olmalı idi. Necə deyir, qəmli yox, amma xoşlamır da o qədər adam yığılanda bunun ad gününə. Belə biraz şey olmalı idi, amma elə deyil çünki ancaq o sözü fikirləşir. çox xoşbəxt idi də. Uç gəl Moskvaya sən də. Buradan Reski Reski, təxminən hə. səsini eşidir, şoka düşür. Orada hamı sıralı başlayır təxminən Hamı başlayır. müzakirə eləməyə. Yox, kinoda Yəni, belə bir şey oldu. Kinoda belə bir şey oldu. Çox vacibdir. Şey elə Cabbar danışanda ya kimsə danışanda televizorun səsi gəlir, təxminən səsidir. Şey qayıdır deyir ki, bəs Zaur onun xodunu biraz aldı ki, göyə biz burada söz danışırıq. Sonra kimsə dedi ki, təxminə deyil, hə. Gedib Rusiyaya televiziya düzəltib, belə biraz samballı iş kimi şeylər. O birisi qayıtdı ki, hə, onda onun səsini biraz ver. Ki status necə təsir eləyir? Təxminən 20-nin içindən proqram Azərbaycan. Burada bir dənə şey var, o sonra Çexov tapancasını mən şey eləyəcəm indi. O sonra partladacaq. Çexov tüfəngi tapanca. Çexov tüfəngi şey eləyəcəm. Burada deyirlər ki, təxminən 20-nin içindən proqram Azərbaycan televiziya bu professor Zaur artıq fərqinə var. Təxminənin nə danışdığını da əməlli başlı qavramırdı. Buradan biz balaca bir şey alırıq. Necə deyim? Döngə. Balaca bir clue. Hə, ipucu. İpucu alırıq ki, Zaur bəlkə rus dilini o qədər də yaxşı bilmir. Onu bir sonra buna qayıdacağıq. Bir söz deyim. Orada demək olar ki, bütün Niyə? Bilir. Qadam onun ağzına. Heç nə, bu prosta oxudum. Spartak haqqında bir dənə vacib şey də demək lazımdır ki, hətta Spartakın atası kinoda qaçı. Bu həmən o oğluna zəng vuran Spartakın o şey deyil, hə. Spartakın gəzdi. O da onu da burada onu deyirlər. Yəni cringe bu indiki ərəfədə hətta. Bu moment qapı döyülür, Spartak girir. Zaurun üzündən zəhrimar yağır, Spartak keçir içəri. Təxminə Zaura bundan qabaq Ronson alışqanlığını bağışlamışdı. Onu yaddan çıxarmayaq. Hə, onun alışqanlığını şey ilə bəndinə ilə yandıran. Bağışlayın da. Spartak içəri onun Ronson zajqalkasına baxıb gülür. Baxır televizora idir. Oho, əhsən taxmuşa. Oyda bu mən Zaurun sönmədi. Neynədir? Zaur prosta beyin çözdü. Burası belə beyin çözdü, oturub belə.
bu başa düşür ki nəsə nitodur bunların arasında, nəsə var idi. Bütün bundan qabaq olan fikirləri qayıdır Spartak haqqında. Zaur gəlir Moskvaya, təxminən aeroportda bunu qarşılayır. Və Zaur. No, yəni Zaurik. 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 Hə. Bilmirəm filmdə niyə Zaurik eləmədilər? Çox maraqlı olardı Zaurik. o 30 ildə dəyişdi. Hə. Zaur gəlir, bunlar dərhal gedirlər gəzməyə. Orada sırası bilinir ki, təxminən başa düşür də ki, bunun imkanı zad yoxdur. Yəni heç elə kafeyə zada heç elə aparmır da bu Yox, özü ilə. gəzməyə yox. Bunlar Aeroportda meşədə gəzirlər. Meşə var. Dərhal mən səni sevirəm, mən də səni sevirəm. Aha. Orada ən əsas moment odur ki, təxminən birinci ona Təxminə deyir. Sonra da Zaur davam edir ki, mən özümü maşına ataram sənin üçün. Hə, bunlar şəhərdə durublar. Zaur deyir ki, mən də sən inanmırsan? Çox belə impulsiv uşaq kimi. İnanın mən uşaqlığını gördüm. Çünki burada restorana zada gedəcəklər dostlarla oturmağa. Konkret mən öz cavanlığımı da gördüm orada. O belə bomba kampaniyada oturub özü şey kimi çox aşağı fikirləşsən. Hə, özün fikirləşirsən, sən heç kəsə şey eləmir. Heç elə Amma baxmırlar. burada çox vacib o şey, o gəlib şeyin altına, maşının altına geyir özünü, bir dənə 06 saxlayır yolun ortasında. Что больной что ли, твою мать? Kinoda belə idi. Mən öz özbək görüşüm bu da твою мать sözünü işlətdilər. Görsən başa düşmədi. Yenə də Zaur ona. Bu gələcək. Sən fikirləşsən ki, amma bu yaxşı danışır şeydə. Kinoda yaxşı danışır. Kinoda yaxşı danışır. Prosta bəlkə məndə tərcümədə. Şey eləyir, Zaur, polis gəlir. Polis deyir. Bunları cərimələyirlər. Hə, nə məsələdir Zaur? Bunlar Zaur da çox belə romantikdir də. Deyir ki, heç nə bəs mən onu sevirəm. Deyir, okey də sevirsən, nə dəxlisi? O isə mənə inanmır. Hətta burada polis də belə baxdı biraz şeyə, təxminən. Kitabda elə şey yoxdur. Yox, kitabda cərimə var. Cərimə var. Saxlayırlar. Sadəcə kitabda daha çox ət tökən şeylər eləyirlər. Onlar kioska yaxınlaşırlar. Və deyirlər ki, siz bizə zəhmət olmasa Moskvada yaşayan ən xoşbəxt adamların ünvanını verə bilərsiniz. Yoxdursa, kim soruşsa bizim ünvanımızı verərsiniz. Deyirəm də, yəni Anar bu 30 ili tam istifadə elədi ki, bütün Çox şeyləri. cringe olmuşdu. Hə, Anar mənim respect, yəni. Məncə müasir şeylərlə də belə eləmək Mən lazım. oxuyanda belə elədim. Ən xoşbəxt. O romantik kinolarda olur, tez-tez kat eləyirlər. Nə belə bilim, bir montaj yazılır. əl-ələ gəzirlər. Flashbacklar. Bax, kitabda o moment eyni elədir. Biz buna şey eləməliyik ki, Zaur ora ümumiyyətlə cibində pul olmadan gedir. Demək olar ki, çox qalmışdı. Kinoda bunu demirlər. Və mən əksinə Zauru həmin məqamacan çox varlı biri kimi, çünki ailəsi də belə istədi getdi Moskvaya. Bax bu çox Yox, maraqlı o şey mənim üçün. götürmüşdü. İşdən pul götürmüşdü. Hə, 25 manat. 25 rubl şey cərimə verdilər. Hə, bu da deyir sevginin qiyməti, nəsə belə bir şey deyir təxminən ki, sevgiyə görə olan şeyə bax, ki 25 manat şey verməli olmusan, cərimə ödəməli olmusan, hə, və yenə də burada təxminə başlayır quruza salmaq. Firəngiz barəsində. Yəni hər dəfə bu axı hamı bilir ki, bu Firəngizlə bunlar evlənməlidir. Hə, o söhbəti belə şeydir. Yox, hələ bilmirlər. Deyirlər, Bilir hamı. deyirlər ağıllı qızdır. Belə. A, Şeydə Zaur da oturub mal. Kim? Mən bir şey başa düşmədim. Mən yəni çox adamdan eşitmişəm ki, bu filmdən sonra ümumiyyətlə Fəxrəddin Manafov hansısa müəyyən bir simvola çevrildi. Bütün qadınların sevimlisi, belə ikona kimi, gözəllik ikonası kimi falan. Nəzərindən yox. Baxıram, mən heç o təsəvvür alfa şey kim olur həmişə o sevimli simvol falan, alfa falan olmalıdır. Bu filmdə heç bir alfa olmadı. Yəni alfalıq eləmədi şey deyil. Bu daha çox alfalıq Spartak eləyir, nəinki bu. Hə, Spartak. Mən də sən başlayırım ki, Spartak niyə yada düşdü? Bu belə. Spartak ailəsində olan. Bir dəfə də Sən qayıdıb. neynirsən? Özü bir dəfə də qayıdıb Kitabda o moment olacaq da. Xoşuma gəlmir. Heç nə olmasa da belə Spartakı yada salmadı. Yəni oturmuşuq gül kimi şey. Orada Prosta belə söz soxur. Yenə Spartak. Bir sözdür, Orada bir şey həmin demə. məqam olan ən xoşbəxt anıdır, ən xoşbəxt anıdır. Bu başlayır danışmağa Spartakdan ki, ay Spartak belə pul qazanır, ay bu belə eləyir. Onlar düzün desən onların hamı haqqında qeybət edirlər. Mədnə haqqında, şey haqqında gəlir söz çıxır Spartaka, o da başlayır Spartak haqqında eşitdiyi şayiələri danışmağa. Yox, Spartak 5 dənə nömrə götürür oteldə. Spartak Çox xeyirxah adamdır. Çox şey bilirsən Spartakı Deyir ki, tərifləyir. Spartak maladesdir, bütün ailəsi. Bu da deyir ki, hə də Spartak
Spartak da ailəsinin şotuna dolanır. Necəsə ora aparmaq istəyir. Bu deyir, yox, Spartak bütün ailəsini dolandırır. Bilmirəm, mən bu Bu da deyir ki, sən hardan bilirsən bunun var dövlətindən? Sən çox bilirsən də. Bu da həmişə fikirləşir ki, sən hardan bilirsən? Sən hardan bilirsən? Bu da deyir ki, mən sənə demişdim axı rəfiqəmlə nə bilim fırlanırdı, o mənə danışıb. Amma orada deyəsən Zaur uca birinci dəfədir soruşur ki, Spartak sənə girişib vəbşə. Hə, o da deyir ki, yox, sadəcə həmişə maşınını evinin altında saxlayır. Dedi ki, hə. Ha, yox, girişib. Hə, girişib. Sadəcə o şuba alıb, nəsə. Şeir yazıbdı. Zauru daha da sıxır, daha da quruzlayır ki, bu buna həm şuba ala bilər, həm şey. Sonra deyir başlayıb başqa yolla getmə. Mən şeir danışırdı. Rap oxumuşdu Və mən. axırda gördü ki, heç nə alınmır. Başladı sadəcə öz Volqasını evinin altında saxlamağa. O çox belə İki təkərlə gəlirdi. çox pis, yəni o Spartakın o pis personaj kimi göstərməyi, yəni başqa şeyləri demirəm. Yəni orada məsəl üçün mən demək olar ki, Spartak haqqında pis bir şey görmürəm də. Prosta görürəm ki, o ancaq təxminəni qısqanır da onu. Amma sırf onun o hərəkəti ki, o hamı görsün ki, guya bu təxminənin evindədir, ona görə gətirir maşını onun evinin altında saxlayır hər dəfə və özü də çıxır gedir də. Bu yəni nə dərəcədə Moskvada yenə oldular. Oldular nəyə görə deyirəm? Çünki filmin özündə belə bu şey gəl bir də olaq sözü istifadə olunur və çox belə ifadələr var ki, bu günədək istifadə edirik bizim bu Azərbaycan şeyində belə. Bax, kitabda bu momentdə Moskvada ona deyir ki, tələsmə. Orada deyir. Hə. Kitabda belə deyir. Dayan, elə yox, yavaş, dayan, özüm soyunum. Aha. Bir də bir məqamı mən şey eləyim ki, sразу bilinir ki, bu aktrisa oynayan türkdür də, yəni Azərbaycanlı qız deyil. Çünki Azərbaycanlı olsaydı çox sразу güplayardı orada atalar sözünü tələsmə. Tələsən dəndinə düşər. Mən hələ də ümumiyyətlə ömrümdə atalar sözü deyən qız görməmişəm. Yəni heç vaxt olmadı. Atalar sözü yox, amma sözü deyən qız. təxminə bir neçə dəfə anekdotla danışır orada. Deyir ki, Zaura nəsə deyir, bilirsən o anekdotdakı kimi. Olaq söhbəti ya başqa ifadələr var ki, mən öz-özümə fikirləşirdim ki, görəsən bu filmdən sonra bu ifadələr belə şeyə keçdi, abarota keçdi bizimkilərdə. Ondan qabaq var idi şey söhbət, olaq söhbəti. Çox pis səslənirdi olaq. Gəl bir də olaq. Alternativ bir də alternativ. Yox, alternativi yoxdur. Alternativi yoxdur, amma biz həmişə zarafat yəni istifadə edirdik. Sən demək ki, bu bədii əsərdə var. Gəl olaq. Ya artıq adamın şeyir ki, uyda olaq söhbəti biraz alicənablıqdır. Mən artıq belə görürəm. Olaq elə bil ki, paltarda baş verir. Hə. Sən qıza qayıdıb deyəndə ki, gəl olaq, qız səni çöp deyə bilməyəcək. Tərbiyəsiz kişilərdir. Sən də təxminə Zaur oxumusan. Hə, bunlar Moskvada da olurlar. Sonra nə olur? Zaur işdən sonra gözləyir, hə, və bizə Muxtarı gözləyir. Burada bir dənə Çexov tüfəngi biraz da var. Gözləyir, orada studiyadan çıxan aktyorların zaten danışığına qulaq asır. Kimsə çıxıb deyir ki, Fellini də elə bil ki, barokkodan rokokoya keçdi. Bu barokko-rokoko səs kombinasiyası Zauru çox güldürür. Yenə Rusiyaya başa düşmür. Çox gülməyini saxlayır. Çünki təsəvvür eləyin, Zaur mənim teoriyama görə rus dilini bilmirsə, orada durub kimsə qıraqda rokoko barokoko elə bir şey işləyir onlardan. Zauru güldürür, sonra təxminə çıxır. İş yoldaşları ilə gəlir oraya. İş yoldaşları ilə, amma yaxınlaşmır ona. Oradan əl eləyir, durub bu rejissorla. Bu rejissor da Dadaş ona demişdi axı ki, təxminə köhnə sevgilisi deyim, yəni kim olub? Fırlandığı tanış köhnə sevgini təzədən yada salıb o Muxtarla getdi Moskvaya da. Muxtarı gör, Muxtarı biz təsvir edirik. Ağsaçlı, bir belə biraz boynu əyri kişidir. 40 neçə yaşlarında kişi. Hə. Amma çox maraqlı insandır, çünki rejissordur, təxminə ilə Və işlər. Muxtardan mən heç bir neqativ görmədim. Biraz da, 1 qram da. Hə, 1 qram da görmədim. Sən gördün? Ancaq Zaurun ağlında var. Ancaq Zaurun ağlında. Muxtar deyir ki, dəvət edirəm sizi axşam şeyə. Zaura deyir ki, işin yoxdursa, bu da ağlında getdi. Konkret mən deyirəm də mənəm. Overthinking level bilmirəm. Ki bunu qırırlar. Hə, sən deyir işiniz yoxdursa, Zaur, yəni bizlə mənim nə işim ola bilər ki, burada mən təxminən yanına gəlmişəm. Zaur başa düşmür ki, sizin münasibəti heç kəs bilmir. Çünki sən bu ərli qadındır. Sonra bu açıq aydın deyə bilmir ki, mən Zaurla oluram.
Gəlir deyir, təxminə gəlir deyir, Zaur bu Muxtardır, bir fikirləşir. Aha, Muxtarın yanında mənə Zaurik demir. Hə. Allah hə. kişi. Restoranda da oldu da. Restoranda bunlar danışırlar. Zaur belə oturur. Hə. Təxminən ora deyir ki, mən deyir Zaurada sənin haqqında çox danışmışam, Muxtara da Zaur haqqında çox danışmışam. Bu da onu fikirləşir ki, əgər onun haqqında mənə danışsa, Sizin haqqınızda bir-birinizə o qədər danışmışam ki, siz bir-birinizi özü tanıyırsınız. Bu başladı yenə getməyə. Bu nə vaxt onu mənim haqqımda? Nə danışıb görəsən? Nə şey eləyib? İşte restoranda otururlar, restoranda axırda. Gəndə qruzadır çünki bunun pulu yoxdur və bu bilmir. Bu əslində yemək, o səhərdən yemək yeməyib də, yəni təsəvvür edin ki, gəlib Moskvaya. Kitabda o qədər xırdalığa gedirlər. Yemək zət yoxdur. Başa düşür ki, indi şeyin qonağı olacaq da. Şoto Yəni, hələ bunun şeyinə qalır bu. Muxtarla, ancaq Muxtarla təxminə danışır. Hə, Məni kinoda çəkərsən. Başlayıb söhbətlər. O ilə başlayır elə bil ki, flirt eləməyə, konkret yəni. Amma onun xasiyyəti elədir. Hə, bəs mən bax bundan əsəbləşirəm ki, siz nə qədər o həyatında o qədər şeyə nail olub, çünki hamı ilə belə ünsiyyət tapıb. Sadəcə o demək deyil ki, hamı ilə gedib yatıb. Hə, amma bu da düzgün deyil də. Sən dediyin də düzgün deyil ki, hamı ilə belə amma həyatda sən təksənsə, sən atan yoxdursa, öz yolu özün qurmalısın, başqa necə eləsən, gedib neyniyəsən başqa? Sən bu yolla. Şüvüşdə cülüdür. O vaxtda qadın üçün yox da, sorry. O vaxt qadın üçün harasa yolunu şey eləmək üçün. Bilmirəm. Bilirsən necə? O Timur o gözəl qadın idi da. Yəni bunu istifadə eləmək da alınmır. Düzgün deyil də. Biz demirik düzgündür bu. Sən də yəni bu belə Zivər xanımsan. Qəqrə Zivər xanım vibe var. Öz məqsədinə çatırdısa niyə? Hə də o. Öz məqsədinə çatıb və gözəl məqsədə çatmaq üçün istənilən şeylər. İstənilən eləmir axı. Qardaş, sənin yanında bu deyirsən ki, istədiyin adam oturub. Hə. Sən onun qabağında başqası ilə flirt edirsən. Sonra da ona elə başa salsın burada ki, mən yetim biraz adamam da, mən nə edeyim, mən istəyirəm. yetim adamdır təminə deyil. Mən yetim adamam. Yox, burada çox dərin məsələ var əslində. Çünki bunu mən axırda saxlamaq istəyirdim. Axırındakı bizim ümumi Saxlayaq, bayaq danışdığımız söhbətdirsə, saxlayaq axıra. Hə, çünki siz unudacaqsınız. O qədər şeyə axıra Elə eyni şey də axıra saxlamış. heç biri bir-biri üçün dəyişmək istəmirdi. O söhbəti mən sonra axırda xırdalamaq istəyirdim. Və dəyişməli idilər ya yox, ya qəbul eləməli idilər, ya da qəbul eləmək də dəyişmək deməkdir. Bildiniz necə? Burada çox Niyə? Mən yox, kompromis lazımdır. Zaur təxminəyə görə dəyişir orada. Məsələn, yox. Yox. Bir şey eləyir 1 aylıq. yox. 1 ay çəkir onu dəyişmək. Hə də. Yaxşı, ora çatarıq. Bir də nə olar bu harda Onlar restoranda oturanda ruslar gəldi. Çox karikatur ruslar idi. Səxavət nəhayət ki qoşula bilər çünki bundan sonra bütün dialoqlar ruscadır burada. Səxavətin yeganə başa düşdüyü səhifələr 128-dən 135-ə qədər olub. İşte niyə Orada Ruslar kinoda yoxdur, Ruslar gəlmir. orada gələn Yo, gəlir. Ruslar gəlmir. Hə, nə olar? Zaurun sözləri latın əlifbası ilə Zaur yazılıb. Burada mən biraz düşündüm, sonra başa düşdüm və o rus qızı soruşur, bəs mənim adım nə idi? Yadınızda qaldı. Yenə latın əlifbasına yazılıb. Mən bunu belə oxuyuram. Lena. Zaur dedi, Lena. Və bundan sonra Zauru artıq rusca yazırlar bütün Kiril əlifbası ilə. Amma mən hamısını mən belə oxuyuram. Zaurun danışdığı. Axırda nəsə Fellini haqqında söhbət düşür. O da şey yadına salır. Barokko və Fellini söhbətini yadına salır edir. A по-моему dedi Fellini от Барокко пришел к Рококко. Bütün Zaurun sözlərini bundan sonra belə dedi. Bu abizyana da danışır. Bu şimpanzeyi kim gətirib? Ya orada bir tane moment var. Orada Sasha deyir, вы пьете коньяк, а мы водку. Yani siz arak içirsiniz, biz de konьяк. Какая анархия получается? Muhtar da deyir, нет, у нас за столом не анархия, а монархия. Doğrudan. Потому что у нас две королевы сидят и давай твою, это здоровье в эфире. Səxavət niyəsə Muxtarı da o zəmbilə atdı.
Orada qısaca təxminən birinci dəfədə Zauru öz əri kimi təqdim edir o ruslara. Deyir ki, bu mənim Ha. ərimdir. Ki Saşa ondan Bir əl dəqiqə, çəksin. Muxtar da bunu eşidir. Hə. Muxtar da onu eşidir. Hə. Çünki kinoda necədir? Muxtar durub çəkilir ki, nəsə danışmağa. Təxminən yenə Zaur şeir ki, nə oldu sənə yenə? Zaur, Zaur. Yəni bütün söhbət İstəyirsən öpüm səni Muxtarın yanında. Aa, Zaur da verir. İstəyirəm. Aha, nə oldu? abur həyal. Nə məsələ? Bizdə bunlar kinolardan zatdan danışırlar. İzaur deyəndən sonra dedi ki, Zaur fikrincə dünyada ən yaxşı film Tarzan. Yəni konkret mən deyirəm, 30 durublar stolun başına. Hə, Zaur onda kitabda O çox şey. Lenada göstərir. çox xoşuna gəlir Zaur, çünki Zauru daha çox belə heyvana bənzədir də. Aha, Elə bil elə də ki, danışır. vəhşi heyvana deyir ki, o da onunla razılaşır, deyir ki, siz özünüz də Tarzana oxşuyursunuz. Nə bilim başlayır onunla siz də belə heyvana bənzər vəhşi bir şeyə oxşuyursunuz. Bu moment üçün təxminə də qoşulur. Zaur da hoppandı stolun üstünə. Ya mən Tarzan deyirəm. Amma fikir Rokoko barokoko. Kinoda belə deyil. Kinoda Zauru şey göstərir ki, belə. yox. Lena. Lena. Yox, burada razıyam 100% da elə də. Saşa onun ayaqqabısını Ayaqqabılarını. Zauruna bomba ayaqqabıdır. Heç Fransada mən belə ayaqqabı görməmişəm. İzaur belə eləyir. Aha, mən bunu yazmışam. Nə ola bir dəqiqə sakit olun. Aba, hamı Zaurun çəkmələrinə baxdı. Zaur nə isə fikirləşib dedi: "Satıram." Yəni konkret bu adam. O stolluq deyil də. O kruqluq deyil bu adam. Alverçi. Ayaqqabı Tarzan. Satır çünki Tarzan ayaq yalın gəzirdi. Qəşəng. Normal bir halda. Təxminən orada şoka düşür də konkret ki, yəni necə ayaqqabı satırsan da. Hə, bu Saşa, Lena hamısı içkili, axırda çıxardıb 40 manat. Mən də manat idi. 40 rubl Bilmirəm idi. niyə, mən manat Rubl yazdım. manat orada eyni deyirlər. 40 Çünki manat eyni şeydə. ona verir. O şimdi bunlar nəsə O konfest. pulu alan kimi gedir şey eləyir də, o şotu bağlayır ki, nə kişiliyi tutub da o Zaurun orada. Gedir Bir şotu manat bağlayır. Zaur çox içir deyə bunların apardığı belə yüksək səviyyəli danışıqlar onu hirsləndirməyə başlayır. Aa, Çünki o başlayır söhbətləri kobudluq apara eləməyə. bilmir. Hı. Çünki o cahil bir insandır əslində. Cahil. Cahil. Və Və çox əmin də deyə. Mən bildim ki, mən Cahil. Zaur cavab verdi. Burada Azərbaycanca nəsə onlara deyir. Ona görə belə deyirəm ki, sizin bütün bu söhbətlərinizi mənim boğaza yığdı da. Yelena Saşa yəqin ki dedi, "Что?" Çünki Azərbaycanca bilmirlər. Yox, belə şey yox idi. Deyir, Kan festivalı, Fellini, Ağ yelkənlər, nə bilim daha nə cəfəngiyat. Cəfəngiyat. Sonra əlavə elədi. "Я самый обыкновенный простой человек." Orada da ona Lena deyir ki, bu artıq uca bezdirici səslənir də, yəni bu Lena deyir ki, sən maraqsızsan da. Aha. Bu Saşa biraz yozur ki, yox, elə adi adamlar bizim incə sənətimizə əslində qiymət verməlidirlər və s. belə yozurlar. Axırda çəkmələrini satdı. Getdi ofisianta şotu özü ödədi, o satdığı pula. Hə, sat. Ki, Amma Muxtar çəkmələrini verdi. Dəyişdirdilər. Dəyişdilər. Saşanın ayaqqabılarını geyindik. Hə, təxminə bu hərəkətə görə biraz birinci dəfədir ki, Zaur necəsə yoldan kənar bir nəsə hərəkət elədi. Nəsə maraqlı bir şey elədi. Təxminən çox xoşuna gəldi bu. Zaur orada onu qucaqlayıb zada eləyir. Hə, orada gəlib küçədə qucaqlaşdılar, başladılar fırlanmağa. Elə bil uca Muxtar yoxdur elə. Hə. Əvvəl elə bil ki, Zaur yox idi, Muxtarla təxminə idi. O biraz çəkdi özünə vниманиyanı. Diqqətə. Diqqəti. İndi uca ikisidirlər. Muxtar yoxdur. Muxtar çönüb gedir, amma yenə də kitabda sonra təzədən onları qısqanır. Mən bunu başa düşmürəm də. Zaur özünə çox güvənmir də. Ümumiyyətlə özündən heç bir şey bu təsvir eləmir də bu adam. Ona görə bu sona qədər də başa düşə bilmir ki, niyə təxminən məni seçib və təxminən də heç vaxt bu haqqda demir də ki, nəyə görə o kruqda çox populyar adamlar da var. Televizorda gördükləri adamlar var idi. Çünki Zaurla təxminəni həmən məqamda, ondan sonraki məqamlarda da bir çox hallarda kitabda da bu söhbət deyilir. Ehtirasdan başqa çox şey eləmir. Birləşdirmir. Hə. Yəni bunu onların ətrafında hamı bunlara deyir. Amma bunlar elə bil ki, səncə kütləyə qarşı getməyə çalışırlar ki, yox, siz haqlı deyilsiniz. Kütləyə qarşı bəlkə də oturub ikisi də fikirləşsələr ki, bax bizi bundan başqa nə birləşdirir? Ki bunlar haçan
belə maraqlı bir söhbət aparıblar heç vaxt. Həmişə Zaurla təxminən bitirdiyi söhbətlər şeydir. Bizim axırıncı görüşümüzdür. Bir dənə söz soruşaq. Ancaq konflikt ya da maksimum Təxminən ona xoşbəxtlik. zəng eləməsəydi, bəlkə də o söhbət elə o plyajda bitirdi də. Yəni Moskvadan ona zəng eləməsəydi, çağırmasaydı. Yox, o özü də zəng Yox, edirdi, prosta manaf götürdü. manaf götürürdü. O zaman bir dəfə hətta oldu ya, bir neçə günlər zəng eləmədi şey. Zaur prosta şeyə vurur. Təxminə yox, o mən əvvəlcən dediyim kimi o Onun həyatına. təbii gücə, o həyata. Hə, ona əlbəttə, vurulmuşdu. çünki onu görmür. O qədər başqa idi. O özü istəyirdi elə həyatı yaşasın, amma 24 eləyə yaşda bilmirdi o nə onu. görüb ki? 24 Yox, yaşda məncə o Bakıda. həyatı o ya həyatı yaşamaq, çünki onun ağlında o qədər artıq o həkk olmuşdu ki, bu həyat deyil. Prosta başqa bir şeydir və başqa şeyə çəkirdi Zaurun onu. artıq həyatda qurulmuşdu. Çünki atası əvvəlcədən onun Hər şey universitetdə qoymuşdu. qurtarmalısan, dissertasiya yazmalısan, evlənməlisən, uşaqların olmalıdır. Oja elə bil ki, bütün bunun həyat yolu var idi. Zaur da ona çox əsəbləşirdi ki, mən yekə adamam. Necə ola bilər ki, sən artıq Amma yekə adam deyirsən də, sən özünü Özünü eləyirdi bunu əslində. Hə, özü Təxminə uşaq həyatına kimi girəndə əslində təxminə olmayanda həyatı normal gedirdi. Təxminə girən kimi sraz bunun da başı qaçırdı, gedib bu bilet aldı, getdi Moskvaya, nə bilim. Moskvadan qayıdırlar. Qayıdırlar, uje biraz soyuqlaşır təxminə. Zəng edir. mən onu heç anlamadım o məqamı ki, Burada mən başa düşdüm sırası çox əsl qız momentidir. Ona alone time lazım idi. Ya da ghosting. zəng gedir, çox Ghosting soyuq edir. danışır. Hə, çünki Manafla mən dediyim kimi elə belə münasibət deyildi onda. Yəni Manafla ayrılmaq onun üçün çətin bir mərhələ Hə, idi. ağlayır da. Çox çətin mərhələ idi. Ona görə Zauru bu mərhələyə paz eləmək istəmir və onu ayırır bu işdən. Filmdə deyir hətta. Filmdə Zaur deyir ki, bəs niyə mənə zəng Zəng eləmək deyir eləmədin? ki, çünki bəzi Bəzi şeyləri şeyləri adam özü Tək. keçməlidir. Hə, Çünki artıq ağla malik bir adamdır, həyat görüb və başa düşür belə şeyləri. Zaur başa düşmür. Zaur elə bilir ki, bu hər anda, hər saniyəsində ona zəng vurmalı. Çünki özü belə özünü aparmaq istəyir. Özü hər moment ona zəng eləmək istəyir. Daha Moskvada 1-2 dəfə Muxtarın yanında Muxtar nəsə çönəndə dedi, sən daha mən sevmirsən. Hə, neçə dəfə soruşur, restoranda soruşur. Hə, restoranda sən mən sevdir, Zaur nə olub? O hətta Hə, hətta zəng eləyəndə də sevirsən məni. 3 dəfə soruşdu, deyir. Hə də hə. Sevirəm. Pazını çək. Biraz bezdirir, Zaur da. Çox bezdirir, hə. Nə olub özünə Mən başa gəldi. düşmürəm ki, o qədər özündən güvənməyən adamı belə bir qız necə sevə bilər? Mən o kitab qədər insan görür həyatında, peşəsində, maraqlı, nə qədər şeyə nail olmuş və Zaur xoşuna gəlir. Niyə? Çünki də bəlkə Yəni həyatda belə bir şey ola bilməz, yəni mən elə gəlir. Çox niyə olur? Reallık Həyatda da olur elə şey. Yox, Mən çox mən vaxt kitabı olur. oxuyanda mən arada bir istəyirdim dayanam ki, Zaur qabağımda olsun, bir şillə vuram ona. Vay uyub gedib sən. Olub gəlir. bunlar uca təxminən öz ərindən boşanır. Və bu haqqda hamı öyrənir də ki, təxminən boşanıb və Zaur necə öyrənir bu haqqında? anasından öyrənir. Anasından. Bax orada anası yenə. Yox və gedir Uzdəhindən evinə axşam Hə. girir, görür ikinci qədəh Yox. var orada. Masada 3 qədəh var. 3 qədəh var. Bir deyəsən Mədinə tək burdadır. deyilsən. Hə. Mədinə girir, bəs Yəni- 3-cü gün üçündür və burada Təxminə uyda aktrisa. burada necə bir şey baş verir. Uyda özü də bu da gic. Söhbətin axırına qədər getmir. Deyir, "A, hə, mənim üçündür." Yox, mən O onsuz da təxminən o ora niyə gəlir? O ora gəlir ki, çünki Spartak elə bilir ki, Spartakla bir yerdədir. Hə. Bu uca əsəblə gəlir, elə bilir ki, indi bunlar bir yerdə zət tutacaq, şey eləyəcək. Bu da deyir ki, mən həmişə bir qədəhi sənin üçün qoyuram. Hə. Amma sonra da bunun açılması var ki, Mədinə də ona sonra danışır ki, o həmişə içəndə birini sənin sağlığa qoyurdu ki, Zaur, bu da Zaurikindir. Mən inandım. Mən də inandım. Hə. Əslində o anar çoxlu momentdə bizə saxlayır seçimi. Yəni Ki, bu necə belədir ya inanacaqsın? belədir. Özünüz inanın. Okey, Bəlkə mən orada bir şey- kimsə olub kişilərdən, bəlkə də doğrudan o qədər sevib onu ki, Mən bir həmişə şeyə qədəh gələcəm. qoyur ona. Şeydə nədir söhbət? Kinoda nədir ki, cəmiyyət necə fikirləşəcək? Siz də necə fikirləşirsinizsə, o da sizin Və biz də həmən kitabda oluruq artıq. Çünki biz də cəmiyyətə çevrilirik. üçüncü qədəh Qədəh, söhbəti hə. açıq qalır, bilinmir. Bəlkə Manaf Arifdən qalıb, bilmirik də adı nədir. Hə, Manafdan qalıb. Bəlkə amma soxdu Zaura ki, yox, bu sənin üçün saxlamışdım. Məncə Oturub soxmadı, sən- yəni doğrudan da bəlkə Və də. Sən həmişə də deyir bizdən ki, mən iç. Həmişə içəndə birini sənə qoyuram, birini mən özümə qoyuram, biri də bizim ayrılığımıza. Aha. O da çox, yəni sadəcə içmək istəyirəm də. Yəni Qız həmişə bu ayrılıqdan danışıb.
O həmişə də orada deyir ki, bilirəm səni məndən alacaqlar Zaur, nəsə belə bir şeylər deyir. Sən mənə aid deyilsən, nə bilim, sən başqa mən sən başqa Elə dünyadan. bir biraz gələcəyi də görür deyə həmişə var elə bir. Çünki başa düşür. Çünki başa düşür. Zaurun necə adam Fala olduğunu. baxmaq Yox, o deyirlər, kainat səni eşidir. Yəni bu o qədər bərk deyir də bu. qışqırır kainatın üstünə. Məncə bu çalışıb, bu onsuz da başa düşür ki, Zaur necə ailədəndir, necə şeydəndir ki, onsuz da bu ilə olmaq şansı azdır. Zauru biraz tırkalayır. Ki onsuz da səni məndən ki, Zaur özü oyansın ki, yox, kim məni ala bilər? O da ola bilər. Bu belə biraz tırka kimi. Çünki Zaurdan böyükdür yaşda. Yəni mən sizə bunu Amma vurgulamaq Zauru o istəyirəm ki, çatmır da. Zauru necə indi çatmır? Zaur deyə atasına qarşı çıxdı ki, gəl ora, atası bununla danışdı. Atası buna Atası deyir ki, eləmək mən istəyir. sən həmişə o da Atası ona deyir də ki, evdə getməsən. Vurdu atası çünki yaralı yeri idi Zaurun Volqa. Ömür boyu Volqa, yuxuda Volqa gördü. İçində deyir ki, ayda gərək atam deməzdi bu Volqa söhbətini. Niyə axı Volqa? Mən elə bildim ki, indi Volqa görə təxminən satacaq. O da sadəcə atasını gözündə biraz alçaltdı ki, Volqa ilə bunu almaq istəyir. Manipulyasiya. Hə, birdən də Reski dur. Mən elə bildim indi Volqaya görə qalacaq. Reski durur, deyir, lazım deyil mənə sənin Volqan. Moskviçin də açarını verir. Kinoda da çox qəşəng deyir. Deyirsiniz mənim atamsız, anamsız, böyükmüsüz. Həmişə mənim atam, anam qalacaqsınız. Hə, amma hər şeyin həddi var. Hə, özüm bilirəm də. Çıxır, gedir, geyir, çox rahat. Mən də özümə fikirləşirəm ki, hara gedir bu? Çünki müasir kinolarda necə göstərirlər o bir yerdə qalmaq qərarı növbəti addımdır, qız da narahatdır, oğlan da. Bu yox, bu sırtıq çıxdı anası gildə gəldi. Bəlkə heç təxminə istəmirdi sən gəlib orada qalasan. Yox, deyil. Təxminə deyib ona ki, gəl bizdə qal. Bizdə deyəndə məndə də. Amma Manafa da halaldır, mənzili də verdi təxminəyə. O ev təxminən idi. O təxminən ev idi. Təxminən necə? Alınmayacaq. Mən bilirəm sən nə etmək istəyirsən, alınmayacaq. Yox, mən şeyi başa düşürəm ki, yəni Zaur da başlayırlar bir Amma ikinci momentdə nə vaxt Zaur öz dediyini dedi. Birinci dəfə o Dadaşla olan momentdə, ikinci dəfə də Dadaşla burada. o qədər də deməzdim. Bu ən əsas burada idi. Ən əsas burada idi. Hə, buradaydı və dağa yox idi. Bu bir başlayırlar bir yerdə yaşamağa. Çox da xoşbəxt. və Yaxşı romantik başlayır. həyatda hər şey yaxşı gedir ta ki bizə zəngi göstərməyəcək məncə. Hansı zəngi? Bu buna nəyə görə Zaur əsəbləşir? Buna çox zənglər gəlir təxminən. Təxminən o qədər telefonla danışır. Hə, Muxtarla, saatlarla telefonla danışır. Bu da zəngidə ki, nə işdə danışa bilmirsiniz. Hətta yarım saat sonra işdə qeybət eləyə bilmir yaxı deyir. Zaur təmin elə bil ki, əsl Instagram girl-dır. Yəni bəlkə olsaydı stories-lər zətlər biz bin burdayıq. Burada təxminən səhvini görməyə başlayırıq biz. Çünki görürsən o adamı yandırırdı. Niyə eləyirsən? Əsəbləşir. Çünki istəyir ki, əsəbləşdirməsin. Çünki təxminə dəyişmək istəmir. Burada da Zauru dəyişdirmək istəyir. Amma Zaur birinci addımı atdı. Zaur valideynlərinə qarşı getdi, şey elədi. Təxminə isə bunu eləmir. Sonra bunlar evdə olanda zəng gəlir. Amma eyni anda bir ay anası da buna zəng Akasiya bu ora köçəndən təxminən zəngiyə hər hətta bir dəfə olur anası zəng gəlir, ağzından gəlir. Çox gözəl söyüşlər var. Yəni o da çox gözəl söyüşlər, hə. Şeyə gedib. Qurban verib. Bunu qurban verir ona. Mən orada problem görmürəm. Telefonu belə çıxartmaq olur və sənə zəng gəlmir artıq. İstəsə elə hər gün sənə psixoloji təsir göstərir. Telefonu çıxart. Yəni bir dənə telefonunuz yox, bu başqa adamlarla danışırıq. Yəni niyə bu kiməsə görə öz həyatını dəyişməlidir? Yəni bu adamdadır problemdir. Bu sənə zəng eləyir, səni təhqir eləyir. Sən niyə bunu şey edirsən? Okay, hə, zəng edir kilolarla təhqir, belə mərtəbə. Təxmin edər dəfə qoyur. Zaur hər qızı. Zaura demir ki, onun keyfini pozmasın. Yenə səhv düşüblər. Yenə zəng gəldi, Zaur artıq əsəbləşir. Bu buna kimlənsə xəyanət edir. Ona görə də demir buna ki, kim buna. Çünki əvvəllər o zəng eləyəndə Manaf götürəndə trubkanı o da asırdı trubkanı. Bu ona görə. Bunu da başlamaq lazımdır ki, boş yerdən deyil, təxminə artıq xəyanət etmiş kimi Zaurun qarşısında da ən əvvəldən. Bu da artıq müəyyən bir şey yaradır. Onlar dəfələrlə deyib ki, mən ancaq səni sevirəm, heç kəsə mən səni sevirəm deməmişəm. Və bəlkə də heç Manafa da deyib bunu açans. Məncə yox. Məncə onu biz deyə bilmərik. Hə, Zaur özü götürür. O Manafa hətta ayrılanda deyir ki, mən səni heç vaxt sevməmişəm. Təxminən obrazında yalan danışmaq məncə yoxdur. Bilmirəm, belə biraz şeylik var. Çünki даже hətta Spartakla xəyanət edibsə də o ona bir gün demişdi ki, Zaurla yaşayanda mən səni ancaq səni demişəm, səni sevirəm, səndən başqa heç kəs sevmirəm, sənə heç vaxt xəyanət eləməyəcəm. Biz bir yerdə olana qədər.
Ha, var görsən. Heç kəslə olmur. Və ondan sonra bu açıq sonluq qaldı ki, Olubmu? Zaur onu atıb gedəndən sonra oldu ya olmadı, amma yenə də təxminən yalan danışmadı. Dedi ki, sən mənimlə olana qədər Biz mən sənə bilmirik, xəyanət yalan danışıb danışmamağını bilmirik. Şeyə gərək ki, Zaur da eşitdi. obrazı quranda obrazlara hardasa gedirik, hardasa yalan heç olmasa olmalıdır ki, başa düşəsən ki, bu biraz yalan danışan adamdır. Bunda Yo, o bütün kitab əvvəldən boyu axı yalan Zaur deyir ki, o təxminən çox açıq sözlüydü. Yəni Hə. nə düşünürdü, onu deyirdi həmişə. Zəng eləyir, Zaur götürdü, öz anasını eşitdi. Telefonu qoyur aşağı, başa düşür məsələ nədir ki, dünən də o zəng eləmişdi. Hə. Zaur yenə əsl kişi kimi heç nə etməməyə qərar verir. İstənilən 24-35 yaşlı bir məxluq kimi, yəni nəsə də burada anan söyür, səni söymür ki. Bunlar nəyə Özünüz görə? həll eləyərsiniz. Zaur yəni belə şeylərdir ki, ikiniz də yaşda məndən böyüksüz. Sonra gəldik, çıxdıq. Mədinəyə zəng. Əsas momentdə ki, bir ara olmuşdu ki, Mədinə gəlib dedi ki, mən götürsəydim trubkanı, ağzımdan çıxanı deyərdim. Zaur o moment partlamaq istədi ki, sən kimsən anlama belə şey deyirsən, partlamadı, sustu. Sonra təxminən üstünə də bütün bu vaxtı konkret ataka gedir. Hamı hücum edir bütün tərəflər. Daha Muxtar tərəfdən Hə, gedir. Muxtar Hamı təxminəni axtarır. yox, elə yox. Dadaş, Muxtar, Dadaş- hamı onunla görüşür, deyir ki, bu oğlanı qaytar. Dadaş təxminə ilə görüşür, deyir oğlanı qaytar. Muxtar isə zəng eləyir, Zaur götürür, deyir təxminə yoxdur evdə. Deyir, yox, mən də səni axtardım, bir gün görüşək, oturaq, danışaq. Bu da bilmir nə məsələsi. Sən demə Muxtar da buna görə danışmaq istəyir bu ilə ki. Muxtar da Amma bezdirlər. Zaur dərhal yenə başlayır qısqanmağa ki, sən Dadaşla bizim məsələmizi Dadaş niyə şey eləyir? Bizim Muxtar niyə şey eləyir? Sən necə qayıdıb məsələni sakitləşdirməkdənsə təxminə ilə, təxminə yaxşı olacaq. Üstünə də biraz da qoyur, qruzduyur. Buradan da təxminə ucu dözmədi deyir. Sənin Bütün bu anan şeyləri onun hə, ailəsi eləyir. Hə, sənin anan ucu hamıya zəng eləyib. Yəni şeyə də zəng elədi. CKKP ses. Daha Mədinəyə zəng vurdu. Hə, Burada Mədinə deyir ki, Mədinə onun cavabını qaytardı. Mədinə də Burada hər uşaq şey deyir, deyil. Zaur. Mədinə də söyüş bilir də. Mədinə ona cavab qaytardı. Mədinə kimdir ki, mənim anama söyüş qaytarsın? Kinoda qəhvə başı deyib. Deyirəm, hə. Filmdə elə deyil. Film, Kitabda Filmdə yox, elə deyim sən ay sənin görüm qəhvə, nəsə belə, nəsə şortu, Hə. belə şeylər. Amma kinoda çox vacibdir qəhvə başı, yəni şey Mamaroza da şeyə götürüb Mədinəyə Mamaroza deyir. Burada Mədinəyə şey deyir, ara quran yengə. Yengə deyir. Hə. Orada Mamaroza deyir. Mamaroza deyirsə, aydın məsələdir ki, təxminəyə nə deyir? Təxmin edir Hə. ki, mən də onun klientiyəm də onda. O elə çıxır. Mən də onun şeyiyəm. Bilmirəm, Zaur hansı da deyir moment, ki, amma nə hansı nəsə moment o pikə çatır ki, Zaur da Ona şillə vurur. şillə vurur. Çünki yaddan çıxdı şillə momenti. hə, şillə momenti mən də get niyə görə? anama nəsə Nəsə- şeylədi. Hə, sən də onunla razısan. Amma orada kitabda var bu söhbət. Kişi bax bu məni O bu məni çox narahat eləyir bu ifadə. Atalar sözü. Kişi atalar sözü. Kişi mələyi əsl kişi mələyi fahişə edən deyil, fahişəni mələk edəndir. Kitabda yox idi. var o. Hə, Var o. və filmdə də bu istifadə olunur. Və bu mənə görə taktiki olaraq qadın tərəfindən istifadə olunan ən səhv şeydir, ifadədir. Çünki həmin məqam mənə görə boynuna aldı. Zaur dedi də onu ki, mən bacarmadım yəni. Yox, mən bacarmadım bir tərəfə. Sanki təxminən boynuna aldı ki, fahişədir. Hə. Mən Yəni elə mənim yadımdan çıxdı bu. Yox, Sanki- sanki onu deyir. İzaur da sırayla deyir ki, hə də mən Kitabda bacarmadım var yəni elə sən. Hə, mən bacarmadım. Sonra nəsə Fahişə deyir. Hə, Mələkəni fahişəyə çevirən. Mələkəni, Mələkəni. mələkəni fahişəyə çevirən yox, fahişəni mələkəyə çevirəndi. Və elə bir boynunu aldı ki, fahişə olub. İndi sən mənə şey elə düzəltməlisən. Zaur şeydə way out kimi şey olunur. Sonra nəsə olur? Şillə Zaur çıxır gedir. Qayıdır ata evinə. Adətən ayrıca olur. Məsələn Zaurun öz evi yoxdur ona görə. Hə, qayıdır ata evinə. Volqa Maşiniyaları, hə. burada Volqa gəlir. Və mən başa düşmürəm Zaur hara tələsirdi ki, birdən-birə qayıtdı anasına dedi ki, get Aliyagillə danış. Təsir çünki bu Yo, bir dəqiqə. Niyə? Siz də saxlayın, pauzaya qoyun. Yox, orada axşam üstü çıxdı Volqasını gəzdirməyə prosta. Gəzdirmə. maşında Və gördüm. maşına Volqa ilə. Volqa ilə əmişirdi.
Polis arkadaşı ki vətəndaş Volqanı tanıyırsınız deyir hə de sənətdə. Volqa Zaura dedi. Bu Volqaya bizim axırıncı günümüz. Polis də baxır ki siz filan kəs müəllimin professorun oğlu deyirsiniz deyir hə deyir bəs təxminən Volqaya dəyişdiniz hə. Volqa eləyir. Bitirdin sən. Mən də Volqa istəyirdim uşaqlıqdan. Sürür Murtuzov bağlarından keçir, yenə o söhbət yadına düşür ki, necə təxminən o bağda idilər və Spartakın Volqası bağın qabağındadır. Deyir bu Spartak bu vaxtı bağda nə edir? Dənizə gedəndə. Gedir. Dənizlə sürəndə görür ki, qabağına elə Spartakın maşını Dənizdən qaydanda artıq. Burada farsaj başlayır. Gedəndə Spartakı görür, yanındakı xanımı görür. Kitabda çox gözəl bunu demirlər kimdir, amma sən özün sırası başa düşürsən. Amma kinoda da göstərmir hansı xanımdır. Yox, burada demirlər amma sən başa düşürsən. Deyir Spartak gedir və Zaur onun yanındakı xanımı da tanıdı, yazdı. Maşın keçdi, Zaur 200-300 metrə hələ də sürürdü. Birdən bir necə əksinə qavrayırdı da ki, nə baş verdi. Reski maşını çöndürür, qaza basır, sürür Spartak dalınca. Çünki siz fikirləşdiniz ki, təxminə idi orada maşın. Təxminə idi də yox, maşında. kitabda 100% təxminədir. Çünki sonra təxminə çıxır maşın. Maşından çıxır. Spartak Zauru bıçaqlamaq istəyir, təxminə onu saxlayır, deyir, otur maşına lazım deyil. Nə olar? Uyda mən nə qədər şey, kinoda niyə bunları göstərmirlər? Kinoda lap açıq sonluq verir. Kinoda bax o şey söhbəti var ki, biz cəmiyyətin bir parçasıyıq, biz nə fikirləşəcəyik. Bax sanki elə bir şeydir ki, burada da elə şey var. Maşının dalıyca ki kimləndir, görəsən oynandı, tər basır, şey olur. Axırda çata bilmir çünki dəmir yollarına çatır. Amma Orada sonra dəmir yollarını gözləyir, yanında Dominik Toretto da gözləyir. Onlar da bilirsən ki, gözləyirsən biz mi? Dominik Toretto'nun Volqası. Sən belə ayrılırlar. Qabaqda da Spartak. O Volqa dalınca bunlar da Farsaj 15-ə sürürlər. Mən orada bir məqam başa düşmürəm ki, yəni bu Spartakla gəlir, Spartaka vurur da. Yəni axır bunlar görüşürlər, yəni maşın saxlayır, gəlir bunların kəsir də qabağına. Çıxırlar. Bu buna Spartaka bir də ilişdirir. Hə. Spartak gedir, Spartak bıçağı çıxardır, Zauru vurmaq istəyir. O moment təxminə çıxır. Təxminə çıxır, Spartakı saxlayır. Başqa Spartakı qucaqlayır da, yəni qucaqlamır. O orada elə də yazılmışdı. Spartakı qucaqlayır və başlayır onu Məncə qucaqlamır yazılmamışdı. Mən sənə demişdim təxminən. Bir əli ilə əlini saxlayırdı bıçaq. O bir əlindən maşının qapısına 30 durmağa çalışır ki. O sonrakı hissə. Sonra orada yazılmışdı ki, o Spartakı qucaqlayır. Mənə hətta o qəribə gəldi ki, yəni sən tərcümə səhvidir çünki. Ola bilər hə. Çünki sən təsəvvür edin ana 4-5 dənə versiya var. Və cəmaət qırışır. Yox, kimsə də görür ki, maşında vəbşə təxminə sürürdü. Spartak və Conan var idi orada. Hə, bax görürsüz, yəni təxminənin Spartakla maşında nə işi var? Və kimsə mənə başa sala bilər. Piyada getməsin ki. Yox, Spartakla başa düşülür. Hakim işlərdə olub onu Spartakla, həkim işləri, həkim. Spartak ona həm o Spartakı görüb ki, Spartak bundan əl çəkmir, başlayıb onu istifadə eləməyə öz şeyi üçün. Təxminən Spartakla biz yenə də bilmirik, təxminən Spartakla bu xəyanəti edib ya eləməyib, çünki heç kəs onu demir. Bəlkə xahiş elədi ki, onu bağa aparsın ki, axırıncı dəfə o bağdakı momenti yaddaşır. Bilirsiniz niyə təxminən Spartakla olmayıbdı? Ona kitabda o momentdə dalaşan momentdə ondan qabaq deyir ki, Spartak durub maşının qabağında və 2 dənə qızıl dişi ilə gülürdü. Yəni qabaqda 2 dənə qızıl dişi var idi. Mən təxminən olsaydım elə kişi ilə təxmin eləməliydim. Səxavət 60-cı illərdə qızıl diş bilsən necə şeydi? Yəni plus idi kişi üçün ki, bunun 2 dənə dovşan. Sizcə Spartakın bığı var idi? Mənim belə şotka bığı var idi, yüz var. Amma saqqalı da olmalıdı belə. Şeylə gəzməlidir. Və kitabın axırına qədər o hətta sonra axırda mənzilinə girəndə fikri keçir ki, ağlından ki, nə olar o indi Spartak gəlsin mənə desin ki, bu bütün şeylər o elə bir ki açıqlamanı versin. Xeyr ola Spartak gəlib sənə deməli deyirsən, kimsən ki Spartakın yanında? Spartakın bunun qarşısında heç bir borcu yoxdur. Spartak demirəm yaxşı pisdir, amma bir kişi olaraq yəni gözüm var. Bu onu yandırır. Hə, bu onu yandırır. Yandırır. Bu başlayır fikirləşməyə mən necə onu yandıra bilərəm? Və Spartakın bacısını alır. Yeganə yol tapır ki, bu ailəyə getsin, həm onu vursun, həm bilmirəm Spartakı. Şimdi bunlar Məncə Spartakın vecdanı. Hə, vecdanı deyil. İmенно təxminənin ya ki, təxminə yansın da, konkret tökülsün.
Bütün bu vaxtı hər şey yadına düşməyə başlayır. Bu idi Biz sənin bu ara məşqin. şey deməliyik ki, bunlar hamısı, yəni xronoloji olaraq kitabda necə baş verir? Bu hələ də Afrikada, İstanbuldadır. Firəngiz orada yatıb. Afrikada Şey- vəziyyət Zor. bunu deməliydim. Mən gözləyirdim. Zaur da gəzir oranı buranı belə oturub şey yada salır və bunlar hamısı şey Zaurun xatirələridir əslində ki, Zaur yada salır, necə baş verib. Ə, Zaur evlənir də Firəngizlə axır. Yəni bu momentdə biz prosta paralel olaraq bilirik ki, təxminə çox pis keçirir bunların ayrılığını. Biz bütün əslində Zaurun Volqa ilə qaydanda bütün fikirlərini də eşidirik. Bu idi sənin məşqlərin. Yəni ki, bütün dediyi sözləri iki cür yazmaq olardı. Təxminə düz deyirdi ya təxminə O artıq hamısını hamından yatırdı. O Və elə orada fikirləşir. bütün fikirlər ağlında Hamıyla şey olurdu. oldu, birləşdi. O təxminə nə konkret olaraq belə şey görür də, hamının fikirləşdiyi kimi. Elə də asandır axı. daha Ayrılmaq asandır. üçün elə də asandır. Çünki bu ayrılıq, bu məqamlar vardı. Otururdu telefon qabağında zəng eləyim ya yox, şey eləyim ya yox. Və şeydən qabaq, elçilikdən qabaq əsas məsələ bilmirəm. Təxminə zəng Kinoda eləyir. təxminə zəng eləyir. Zəng eləyir və hansı musiqi? Laçın Və onların musiqisi. o Küçələrə bütün su mahnıları. səpmişəm. Ondan kaset var idi. O kasetdə Azərbaycan milli mahnıları idi. Onlar bir yerdə yaşayanda mahnılara qulaq asırdı və onların sözlərini öz taleylərinə necə qədər yaxın olduğunu şey eləyirdilər. Nə bilim aman ovçu vurma. Yox, o yox idi. O idi, o idi. Var idi. Laçın. Sonra Laçın, ölərəm bu qara belli qız üçün nəsə belə mahnı var idi. Sonra küçələr xüsusən küçələrə su səpmişəm. Kinoda ancaq küçələrə su səpmişəmdir. Zənci qız Çünki üçün. Belli. bunlar bir Pul yerdə istəyən zənci qız. bunlar bir yerdə oturub qulaq asanda küçələrə su səpmişəm. Yar gələndə toz olmasın. Hə. Bu da Zavra deyir Səndən ki, mənə əsas şey səndən mənə yar olmaz mahnısı idi. Hə, sən deyir mənim üçün heç küçələrə su səpərsən ki, toz olmasın, mən gələndə toz olmasın. Zavra Zaur deyir 5 ki, nilə. Bakıda mümkündür. Ötən hə də, çətindir. Oturub bütünü belə düzəlir. Hə, Bakıda mümkündür. Amma Bir tərəfi suladın, o bir tərəfi ucu küləkdən toz olur. Mən tutmuram. əslində Proqram təxminən romantikası. tərəfini tuturam, amma təxminə kimi qazlaytır, yəni yoxdur da məncə. Hə, ikisi də nartist, ikisi də xəstə adam idi. İkisi Çünki başda mənə elə gəlir ki, Zaur mənzilə girib təxminənin hansı kişi ilə cinsi əlaqədə görsəydi, o deyəcək ki, Zaurik bu sadəcə məni Ya, masaj eləyir. yox, bəs onu da deməyəcəkdi. Zaur- Deyəcəkdi ki, Zaurik yenə başladı. Sən fikirləşdiyin şey deyil, zət söhbəti də deyil. Yəni prosta Bu- yenə başladı. Bu o Və deyil. atır Zaurun üstünə. O qədəhə bax onu sənin üçün qoymuşam ki, biz bitirək çıxırıq Zaur. Get iç elə, ya. İçindən də iç gəlir. Belə Hə, və bir sən necə elə bir taxsırı Sevirsən Zaurun məni. üstünə. sevir, hələ sevir. Bizdə Hə, Zaurik. momentdə gəlir belə. Sevmirsən? Qaqaş da deyir sevir. Sevirdən çıxma olar. 5 dəqiqəlik çıx. Hə, yox, bax görsən şey atır Zaurun üstünə bütün ki sən bax belə sən təqsirkarsan ki, sən belə fikirləşirsən. Ki yenə başladın. Zaur da öz-özünə oturur ki, doğrudan da yenə o indiki şey var, kişi yəni ki özünə çox da güvənmir ki, şey qısqanır. Burada da bax belə atır Zaurun üstünə ki, sən kişi deyilsən. Sən Əslində təxminə elə ona deyir də ki, sən özünə güvənmirsən deyə. Mən istəyirəm ki, sən güclü olasan, ancaq Hə. güclülər qısqanmır. Ancaq güclü. Bu konkret manipulyasiyadır. Çox güclü bir manipulyasiya. Mən heç kəsi qısqanmıram. Aha, Heç təxminə vaxt ona da heç vaxt qısqanmam. qısqanmır, yəni. O da Ümumiyyətlə. ona əsəbləşdirib. Qısqansın, heç kəsi yoxdur. Zaurun heç kəsi yoxdur. Heç nə İşdə deyil. bir dənə təzə qız gəldi təxminən yerinə. O iş yoldaşı bir dəfə şey dedi ki, "Filankəs siz tərəfə gedir." Sən də deyir, ənənəyə sadiq olaraq onu da apar. Güya ki, əvvəllər təxminən apardın, indi onu da apar. Hə. Şimdi Zaur evlənir. Evlənirəm. Nişanı buraxırıq. Çox maraqsız bir nişandır. Maraqsız. Zaur Ümumiyyətlə maraqlı Firəngizlə deyil, heç olan nə. bütün momentlər. Momentlər çox maraqsız. Maraqsızdır və bilə-bilə maraqsızdır. Çünki doğrudan da Zaurun keçdiyi bu şeyi göstərmir. Modu çatdırmaq istəyir məncə. Hə, güya gəzib. Belə çıxır ki, şey deyirlər, oğlanlar çünki gərək gəzsin, şey eləsin ki, sonra evlənəndə rahat. Bu əksinə mənfi bir şey. Evlənməndən deyəsən qabaq bu zəng baş verir. Bütün mahnılar Gedir. təxminən mahnıları qoyur. Zaur hər Zaur orada mahnıya ağlayır. Zaur da ağlayır. Hər mahnıya hansısa fikri gedir ağlında. O yenə şey yadına salır ki, əvvəllər təxminən necə tənha idi, evdə tək qalanda və onu yadına salıb ona görə ağlayır ki, təzədən təxminəni o şeyə saldı. Təxminə yazığı Özünü gəlir. biraz təqsirkar hiss edir. Artıq Atası da ona demişdi. Yadınızda da atası onu çağırıb demişdi ki, sən də qızı şey eləmə.
yaxşı Çünki onu məqamda ayrılın ki, indi ikiniz üçün də ayrılın. yaxşı xatirə Çünki qalsın. sən də onun şeyi sındırma da onun həyatına da. Kişi İndi- düzdür, kişi professor düz deyib, hə. boş yerdən demirlər də. İndi Elə kişi- belə oxumayıbdı institutu. Çünki Elə belə və bir dəfə çox- burada Zaur atasının elə bir ki təxminiyə qarşı nə şeyi gördü, elə bir ki simpatiyasını Yaxşı, ya empatiyasını yox, empatiyasını. empatiyasını gördü ki, o təxminəyə də yazığı gəlirdi ki, Zaur bilirdi ki, o da oğlu da onu Hə, bax atacaq. burada çox vacibdir. Atanı və ananı necə göstər? Ananı göstərirlər belə baltalayan, şey eləyən. Kişini isə bir kişi kimi yəqin ki, oğlunu başa düşür. Qız Amma da başa düşür. bir ata kimi də nəsə şey eləməlidir. Və bir insan olaraq da şey eləməlidir ki, bax sonra sən də quruza düşəcəksən ki, O da. sən bunu. Hə, bu cəhətdən çox Onun gözəldir. həyatını qıracaqsa və doğrudan da qırır, təxminə çox pis vəziyyətdə qalır, təzədən tənhadır. Yəni onu şey eləmədə, Zaururu itirir. Trubkanı axırında Laçın mahnısı gəlir, dəstək asılır. Hə. Sonra Toy. balayı, balayından qayıtmaq. Hə. Bunlar Ə, qayıdırlar. Bunları evə gətirirlər, Spartakın maşını. Filmdə Spartakdan Yox, artıq hərdən- Mercedesdir. Hərdən görür onu televiziyada, o da var. Prosta çox arıqlayıb təxminə. Hə. Heç o təxminə Hə. deyil, gözündəki qəmi görür. Oca cəmaatla tele şeylərlə Yayın vaxtı. İzləyicilərlə. gülür, amma gözündə qəm zadı görür. O üstünə qoya da bilirsən. Yəni istədiyin adama baxsan deyə bilərsən ki, gülür amma gözündə. Yəni Zaurun öz şeyləri də var. Zaur Unutmayaq biraz ki, biz hər drama şeyi idi. Zaurun gözü ilə görürdük. Zaur- Amma yəni onun arıqlamağını, yəni vəziyyətini gör, amma o başa düşə bilmir ki, bu nə ilə əlaqəlidir. Bir dəfə hətta ona Flaşda onu yadına saldı. Mədinə ona zəng edib deyir ki, təxminə xəstələnib, çox pis. Amma Amma sən gələ bilərsən. sən gələ bilirsən, amma Zaur heç ona reaksiya vermir. Hə. Ümumiyyətlə də yəni deyir ki, o hə. deyir ki, mən uca həyatımı kəsmişəm onları, mən niyə ora qayıdım? Bəlkə hərdən gedib görəcəm onu. Ha, sizdə zəng kimi deyirlər onu. Kinoda şeydir. Zaur təxminəni görür O da var. şəhərdə. O da var, o da var. var. Bu da Evə deyir, yola salır. Xəstələnib, qaraciyəri xəstədir deyir. Zəng Hamısını Ondan sonra Hı. ondan sonra. Bunların hamısını Zaura deyir. Zaur da yenə fikirləşə gedir, evdə deyir, zəng eləyim, amma eləmir ki, burada əslində deyir sizə 2 dəfə cəmsi. Bu üçüncüdür mənə görə. Zaurun belə bir məqamda zəng eləməməyi deməkdir ki, artıq hansısa qərarı verib, bir iti bir qərarın verdi ki, vəsə, bundan sonra mən O ancaq hətta onun təxminəyə qarşı nə qədər təxminəyə alçaq görməyi orada bilinir ki, orada deyir ki, mən daha təxminə ilə görüşməyəcəm, amma mən indi evlənirəm, amma biz arada bir Hə. nəsə belə bir görüşüb nəsə Hə, ola düzdür. bilər. Mənim üçün də yaxşı olar, onun Hə. üçün də yaxşı Hə, olar. amma Yenə elə qayıtdı danışaq. əvvəlki düşüncəsinə. heç bir hisslər olmadı. Elə Amma belə yəni danışır. şey- bizə də olmasın İçib, da. təxminən vəziyyəti pisdir. Təxminən Bunu çox- biz şeydən bilirik də artıq qayıdandan sonra Mədinənin yanına qaydan, gəlirik. hətta telefonda da zəng elədi. Məndən dedi ki, gəl görüşək, səninlə danışım, amma getmir. O getmir. O deyir ki, yəqin ki, yenə manipulyasiyadır. Okey. Bunlar qayıtdılar Fira ilə. Xaricdən İstanbuldan artıq gəldilər. Anası Firoja hamilədir. Fira artıq hamilədir. Anası Bunlar başqa maşınla sevgilidirlər. gəlib, o Firan ailəsi başqa maşınla. Şimdi olan 5 il Evə qırğınlar olur. qalxırlar. Hə. Və Spartakla şey aşağıda qalır maşın yanında. Spartak deyir ki, Yox, orada demir. Əslində kitabda Yox, elə yox, deyil. yox. Kinoda nətərdir? Maşının yanında deyil, hə, elə. hə. Amma kitabda Zaur liftə girir. İkisi də bir girir elə məncə. Yox. Yox, Ancaq ə, Spartak girir liftdən. Ancaq Spartak girir, knopkanı basır, axırıncı sözüdəki bilirsən təxminə ölübdür. Qapılar bağlanır. Qapılar da bağlanır belə. yəni içəridə kim qalır? Zaurca. Spartak gedir. Elə bir ki, Zaur da qalır belə ki, bu nə idi də? Prosta Spartak случайно oradakı lazer Yəni- toxunur ki, qapı təzədən Belə açılır. xəbəri kim belə deyir də, yəni. Liftə qapı bağlayan momentdə Hə, təxminə ölüb. Zaur əlbəttə ki gedir Mədinənin yanına. Ki Mədinə ilə danışsın. Zaur əvvəl evə qayıdanda anasından hardasa 5 vərəqli şey eşidir ki, anası nə qədər deyinir, necə söyür təzə Yenə. qohumlarını. Aa, Və başa düşür ki, heç nə dəyişmədi. Dəyişmədi. Başa düşür ki, Atası təxminə ilə demişdi necə- də bunu, demişdi ki- təxminə ilə necə özünü aparmışdısa, elə bu təzə hamının dağ başına qoyduğu təzə qohumlar da düşdülər. Amma orada o məqam mənə okey, mən şey bunu gəldi bilmirdim. ki, Bu çox o gözəl. elə bil yəni ki, eyni şeydə qaldı da Zaur Zaur. elə Heç bil nədən ki, çıxmadı. ancaq təxminə ilə olanda o hansı emosiyalar göstərirdi. Burada ojadı ki, artıq çox təmkinli idi. Hə, çünki Heç bir reaksiya vermir, çünki bilirdi ki, bütün ömrü boyu belə keçəcək də bu. hə, biri var ömrün boyu heç olmasa sevdiyin adamla belə keçir. Hə. Biri də var ki, heç sevmədiyin adam yenə də bunlar baş verir. Heç nə düzəlmədi. Yəni ətrafında heç kəs bir-biri ilə şey deyil. Bu qaynana ilə anası qırışırlar bütün günü.
Spartak Aliya ilə görsə, Zivər. bütün günü onun bacıları Nifrət edirlər. Zivərə şey eləyir, o onun bacılarına. Yox, kinoda bunların heç biri yoxdur. Mən onu dayanamırdım oxumağa. Konkret qeybət. Elə bir kuxnada hansı xalaşqa ilə qeybət edirəm Semçuka ilə. Onun bacılarını tanımırsan, Səhriyə gəldi mənə nə desə yaxşıdır. Nadirə necə yaraşır? Nadirə konkret yaraşır qeybət. O Bu moment öyrənir də bunun ölümü barəsində gedir bunun rəfiqəsi gilə, Mədinə gilə və orada belə çox- deyir ki, mənə onun haqqında danış. orada mənim gözlərim yaşaran moment var. O küçələri zadı gəzir, təxminəsiz hər şeyi görür. O da o O biraz məncə artıq sevgi deyil, prosta bu artıq insan Drama. ölüb deyə. Hə, Mədinə də axırda buna Yəni şey bu da- deyir ki, bu da səni yəni- yada salırdı, səni çox şey Mən də deyirdi. vəbşəyə dəhşət. Yəni bir heç olmasa normal bir şey deyil. Başladı şey eləməyə, lap belə konkret bunu. Mədinəni şey tutdu da, çünki onu gördü, bütün yenə canlandı gözünün başladı qabağında. bunu demək ki, ay səni çox sevirdi, hamıdan çox səni sevirdi, nə Artıq bileyim. durmurdu, zarafatından qalmırdı, şeyləmirdi. Ölmək istəmir. Konkret elə bir ki, istəyir ki, şey Bax ağlasın burada- da. Bu da həm Spartak. Amma o ölmək istəmirdi. Ölmək istəmir. Yəni siz kinoya baxsaz çox belə adamı sizə deyirlər. Hə. Daşıyır da səni. Kitabda vəbşə deyir ki, özünə elə apardı ki, ölüm onun üçün heç nədir, amma o balnisada uzananda deyirdi ki, Orada mən çox ölmək pis vəziyyət istəmirəm. Hə, bax burada əsas Manav, məqam var. Spartak kişi hərəkət eləyib, Hə. Manav bütün Şey- xərcini ödədi. Arif məndə Gəlir. Arifdir. Hə. Hə. Yo, orada sonda mənə ən belə təsirli eləyən cümlə o idi ki də, yəni təxminə deyir bulanamsın. Bu da deyir ki, hə, təxminə bilirsən nə dedi sənin haqqında? Axırıncı. Dedi ki, o Zaur məni satdı onlara. Orada səndə elə idi. Məndə deyir ki, təxminən bilsən axırda nə dedi. Onun görəndə götünü bir dənə təpik qoydu. Başı ilə qoşa-qoşa getsin o. Məndə o şey deyir ki, Xoş günlərimi ona verdim. təxminə sonda bizə nə dedi? İndi də ölürəm. Belə öldü. Təxminə deyir ki, əslində mən onu atdım. O məni belə də təxminə şey deyir ki, o bir dünyadır. Bu şimdi kitab nə ilə bitir? Yəni bu ölür və Zaur da Əsas şey demədik. Mədinə nə verir Zaura? oh my god. Həmin o cərməni. Cərməni, hə. Kvitansiyanı, qəbzi. Və parfüm reseptini Parfüm resepti. ki o bir alximik kimi evdə Və öz DNK-sını verir ki, get təzə olmuşdu. təxminə Təxminən yola. necə ifritəli eləyir burada ki, bu buna deyir ki, yox deyir ki, Azı qız ölür. aparıb verərsən Ölür bunu haqqında arvadıma, arvadım vurar bunu, sən də məni Belə demir, xatırlayarsan. aparıb verəsən bunu arvadıma. Meyxana nə deyir? Meyxana. Arvadıma aparıb verərsən. O da sənə verər. Məni hərdən yala salarsan. Bunu kəsin. Bu qalır. Yo elə demir, deyir ki, prosta yoldaşını elə bir ki, iyiləyəndə həmişə məni yada salsın da. belə Normal bir şeydir Demir ki, səncə? apar ver bunu arvadına. Ay balam, normaldır bu səncə? Yox əlbəttə. Yox mən bizi Onların öldürür. sevgisi normal deyil. Məni ümumiyyətlə. məni Çox yoldaşı toksik. öldürür ki. Yəni yoldaşı buna necə reaksiya göstərəcək? Zaur oturub da tak bir dənə də bunu vur. Yoldaş deyir, niyə nə istəyirsən məndən? Bir dənə bunu da vur. Yoldaş deyir, məndən iyi gəlir. Niyə şey? Sən deyirdin, Firəngiz ən yaxşı personajdır. Okay. Deməli, Deməli təxminəyə onlar ayrılandan sonra da zənglər gəlirdi. Opa, Firəngizdən. Və o zənglərdə yenə də Ha. söyüş və s. gəlirdi, amma artıq nəsə Ayrılmaz. faktlarla ki, onlar artıq bir yerdədirlər, sən qaldın tək, onların uşağı olacaq birazdan və s. O məncə Və şeydir. bu zənglər nə Zivər xanım, nə də Aliya xanımın uşaq haqqında bilmədiyi ərəfədə baş verirdilər və burada mən şeyə çıxartdım ki, Bunu Firəngiz Firəngiz. sakitdir, amma içində Altdan. hər şey Oo. çürükdür. Çünki onun anası da elədi və sənin anan belədirsə, sənə də nəsə oradan keçəcək və altdan təxminəni axıra qədər elə bir ki, dibinə vuran o Firəngi. Çünki o zənglər də təxminənin içində. Qarnında qurdu var imiş onun. şeydir. Hə. Ha, oyda. Okay, qəbzi verdi bu Moskvadan cərimə qəbzini, resept, oturur maşına və gedir. Kinoda şeydir axırıncı kadr ki, Zaur gəldi maşına oturdu, belə cibindən çıxartdı kağız, 4 yerə, orada yazılıb çörək, yumurta, nəsə Firəngizin verdiyi şey, alış-veriş siyahısı, kifşo bunu şeydir, çıxır gedir. Kitab öldürür. Elə bir həyatı davam edir. Sıfır kövrəlmə oldu məndə. Kitab ölsən Yo. necə kövrəldir? Kitab 30 il sonranı göstərir. 30 qocalıq vaxtıdır. Təzədən işini atası ölür, işini təzə iş tapa bilmir. Nazirlikdə qalxırdı.
Sonra o naziri çıxartdılar işdən, təzə gəldi, onu çıxartdı. Şimdi işdən. göstərir Atası ki, öldü, Zaur heç nə qayıtdı eləyə bilmədi. nəşriyyata, həmin o işlədiyi nəşriyyata. Aha. Hər şey orada yenə təxminən ona yada salırdı. O var. Sonra hamı öldü. Bir dənə Spartak qaldı, o qaldı. Arvadı. Firəngiz, bir-iki dənə o səriyə, o Neçə uşaq var idi? 4. 4. 3 Dörd dənə uşaq oğul, var, bir dənə maşallah. qız oturub Spartakla nərd vururdular. Özdə ki, Hər şeyi Zaur unudub, sən qızının adını təxminə qoymaq istəyirdi. Hə. Amma sən necə sevindi oğlanda. Çünki bilirdi ki, o heç kəsə Qırğın olacaq. Qırğın olacaq, hə. Hmm. Axırda qız doğulanda da onun anası Adını- anasını ölmüşdü deyə ölmüşdü deyə. anasının adını Zivər. qoydular. Mhm. Hə. Və ujilab qoca olanda bir gün bir dənə obrazı görür şəhərdə avtobusdan düşəndə çox gözəl orada təsviri. Mən bunu indi danışa bilməyəcəm. Mən içinə box qoyacağam. Başlayır onun arxasıca Onun arxasınca getməyə. getməyə, çünki çox oxşayır. Ay səni təxminə. kaftar. Başlayır təxminən dalca getməyə və Amma təxminən girir bir binaya. kimi görür də. Girir binaya, gör ki, təxminən liftə mindi və 6-da dayandı. Düşdü də, o aha. Mərtəbə, amma bina 5 mərtəbəli binadır. Və o da qalxmaq istəyəndə orada görür. oca giririk biz belə psixoloji biraz şeyə. Bu 60-cı illərdə yazılıb. Hə. Axırı çox vurucudur. Yəni mən onu danışa bilməyəcəm indi. Çünki kövrələcəksən. Yox, danışa bilmirəm. Mənim elə Azərbaycan dili qabiliyyətim yoxdur ki, onu danışa bilim. Yəni bu demək istəyir ki, sona qədər təxminə, yəni Axırda bu- ancaq sevdiyi qadın bu olub. Hə, kimsə deyir ki, Spartak deyəsən, deyir ki, "Ha, bilirsiniz bu yaxınlarda kimi gördüm ki, sətdə Yəni mən Kimi? elə bil ki, Yan Spartak keçsin onu də. sevirdi də. Spartak da deyəsən onu. Deyir, hə, təxminə özdə elə bil ki, təxminənin o Cavanlığı. vaxt necə geyin, uca 30 il keçib Hı. axı, amma bu qız təxminənin o vaxt necə geyindiyi kimi geyinmişdi. Ya obraz kimi görüb onu, ya bilmən başa Yəni düşmədim. Spartak da onu Mən görmüşdü. çox fantastikaya baxmış insan kimi oturub yalvarırdı ki, nə olar təxminə qasaq qalıb. Özdə Axırda- cavan qalıb. Axırda hamı öldü, təxminə dirildi. Təxminə dirildi. Ha, Zaur Gəldi. dedim axı. Gəldi. Götüm boxlu qaldı. Yaxşı ki belə olmadı. Mən buna baxmaq istəmirəm. Çünki hər axırıncı 2 dənə fəsli Anar Pisən necə bitirirdi. Amma Zaur bilmirdi ki 3 nöqtə. Mən çevirəm ki nəyi bilmirdi? Daha heç vaxt təxminən görməyəcək. Növbəti fəsildir başlanır. Məmməd Deyəcəklər. Nəsir kimdir? O kimdən axırda oturub danışır bu əhvalatı Mən heç ki, onu başa mən düşmədim, qızın o Məmməd Nəsir arxasınca kim? qaçdım, amma o 6-da düşdü. Ki məsəl o Məmməd Nəsir kinoda şeydir. Hər dəfə işdən çıxanda nəşriyyatda iş günü qutaranda Nərd Nərd oynayan oynamaq kişidir. istəyir. Hə, hə. O ölər axı o vaxta qədər. bilmirəm. Bəlkə o obrazdır. Bəlkə kitabda dəyişdirir, amma şeydə elədir. Filmdə elədir və heç vaxt da Nərd oynamadı oynan. Mən gözləyirdim ki, axırda gəlib Nərd oynasın oynan. Ən axırıncı işdən çıxanda belə gəldi, baxdı ki, Məmməd Nəsir uca oturub tək oynayır, özü ilə oynayır da. Heç nə oturdu, maşına çıxdı, getdi. Orada- titrlər başlandı. Orada şey eləməyə çalışır ki, inandırmağa cəmaatı çalışır ki, yox, bu 6-cı mərtəbəyə qalxdı axı da. Necə ola bilər ki? Bina axı 5 mərtəbəli idi. Məmməd Nəsir uzun müddət harasa baxdı, gözləri yol çəkdi. Elə bir baxışlarıyla divarı deşib harasa çox üçün. Sonra qəfildən belə bir kəlam bəyan etdi. Əgər adamlar başa düşsəydilər ki, 5 mərtəbəli binanın 6-cı mərtəbəsi də ola bilər. Onda nə vardı ki?